Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, hörmətli izləyicilər, hörmətli futbol həvəskarları. IQ Sportsun layihəsi Tura Baxış efirdədir. Nəhayət ki, trio şəklində qarşınızda olacağıq. Alik artıq sıralarımıza qoşulub və çox maraqlı, bir-birinə maraqlı mövzular. Bir şey deyəcəm, sırazo. Gələn kimi özün göstərir. Sırazo denən sırazo. Tamaşaçılar, birinci hamını salamlayıram. İkincisi də kim ki baxır evlilərdən söhbət gedir. Qaynanavız sizi çox istəyir. Çünki yemək söhbəti gedirdi indi bir dəqiqə. Hələ söhbətin üstünə gəlmiş. Tamam elə. Mən nə deyirəm, nə yemək? Eyləsi deyil o. Söhbətin açıqlamasını mənim gizli Telegram kanalımda baxa bilirsiniz. Amma o çox gizli kanal. Aşı basmamışdır. Ziyarətdən gəlmiş səni təbrik edirəm. Allah ziyarətini qəbul eləsin, qardaş. Allah qismət eləsin. Allah günahlarını bağışlasın. Bilirik ki, orada bizim üçün də çoxlu dualar eləmişsən. Mən ümumiyyətlə doğrudan zarafat bir yana. Mənim dualarımdan biri həmişə Azərbaycan xalqı ilə bağlıdır. Bütün Azərbaycan xalqı ilə. Gözəl. Hətta xoşuma gəlməyən insanlar, onların barəsində bugün danışacağıq. Yəni, yeri gəlmişkən, əziz dostlar, kim oruç tutur, Allah Teala bütün oruclarınızı, niyyətlərinizi qəbul eləsin. Yəni, biz burada oturmuşuq. Yəni, mən də şeydə, yəni... Stəkanı görsədirsən. Mən də var. Yeri ged, Allah. Qanlı gəlib, yəni. Zloy gəlib, Zloy. Doğrudan da, ləqəbi Zloy idi, bəli. Mən də salamlayıram əziz tamaşaçıları, xoş gördük. Qabaqdan gələn bayramı təndidən təbrik edək də yəqin. Bayramlarınız. Novruz bayramımız mübarək olsun. Dünənlərim ilaxır çərşənbə idi. Çərşənbəmizi təbrik edirəm. Xalqımıza süfrəmiz həmişə ruzulu, bərəkətli olsun. Hər şeyimiz yaxşı olsun. Hər şeyimiz ürəyimiz olsun. Hər şey olsun. Bizim futbolumuz təəssüflər olsun Novruz bayramından asıldır. Maraqlısı budur ki, o arzulara, o diləklərə, o istəklərə futbol arzuları keçmir. Biz də oradan da istəyirsən. Milli komandamız dünya və Avropa çempionatlarının final mərhələsində olsun. Klublarımızın qardaşım, mən sən başa salım. iPhone olsun, maşın üstündə kukla olsun, o birisi olsun, o var edə bir dənə. Eksperti kimi, yəni söhbət arzulardan gedir. Bir şey deyə bilərəm ki, bəyan edə bilərəm ki, əziz dostlar, baxın, adam nəsə arzu eləyəndə adam real şeyləri arzu eləyir. Misal üçün deyirsən, Allahım, mənə bir maşın qismət elə. Misal üçün, sən başa düşürsən ki, ola bilər, sabah nəsə iş çıxdı, ya da kimisə... Jackpotu partlatdı, nəsə, öldü, misal üçün, pullar qaldı sənə. Şeydir, yəni, hansı bir başqa bir xoşbəxt hadisə baş verə bilər və sən bu maşını əldə eləyə bilərsən. Yəni, söhbət reallan gedir. Yəni, hətta, əziz dostlar, yəni, fikirləşmədiyiniz maşın ala bilərsiniz, ev ala bilərsiniz, bağça qismət ola bilər. Nə? Amma Azərbaycan futbolu hələ şeydir ki, yəni o gedib, qardaşlar, o şey eləməyək, onun peşində olmayaq. Yəni gözləməyək. Valla deyirəm, baxırsan, misal üçün, nə deyim, it almışsan, pudil parodası, ya da mops. Sən o iti nə qədər arzu eləsən ki, bu çıxsın, pitbulli şey eləsin, xosun vay, olmayacaq. Azərbaycan futbolu hal-hazırda hemen pudil vəziyyətindədir. Yəni, bunu qəbul eləmək lazımdır. İllər keçər. Yəni, bu futboldan, təbii ki, söhbət hamısından gedmir. Futboldan başa çıxan insanlar gəlib futbolumuzla məşğul olanda biz futbol barəsində yaxşı arzular ürəyimizdə tutacaq və inşallah ki, Çin olacaq və bununla verilişimiz sona çatır. Şeydə başlamaq istəyirik. Bizə məktublar yazın. Adres Bakı şəhəri, Məşədi Əzbəyev küçəsi 44/1, mənzil 30. Doğrudan kimisə adresini dedim, mən deyir. Faksı dedi.
Göndərdin cəmaatın önünə. 99-41-12. Hörmətli izləyicilər, başlayaq da, yəni olmayan yaxşı, olmayan futbolumuzun mövcud vəziyyətindən danışaq, hə? Yoxsa Gül kimi bir həftə dincəldim. oradan qəşəng mövzular var. 27-ci oyun günü geridə qaldı. 3 maçda qalib müəyyənləşmədi. İkisində 1-1. Sabah Zirə və Araz Naxçıvan Şamaxı maçlarında 1-1. Kəpəz Qarabağ görüşündə 0-0 hesabı qeydə alındı. 2 maçda isə qonaq komanda 2-1 hesablı qələbə qazandı. Bu turda ev qələbəsi görünmədi. Hər hansı bir komanda evdə qalib gələ bilmədi. Turan Tovuz Sumqayıta 1-2, Səbail isə Neftçiyə 1-2 hesabı ilə uduzdu. Səbailin bu məğlubiyyətindən sonra Cavid Hüseynov mətbuat konfransında od püskürdü və onun bu çıxışından bir neçə saat sonra Səbail rəhbərliyi Cavid Hüseynovu istefaya yolladı. Samir Abbasov da mətbuat konfransında Ümumiyyətlə bu tur konfranslarla mətbuat konfranslarla Qurbanovun mətbuat konfransındakı çıxışı, Samir Abbasovun mətbuat konfransındakı performansı, Cavid Hüseynovun istefaya səbəb olan çıxışları, hərçənd Səbail rəhbərliyi iddia edir ki, biz onun bu söhbətinə görə deyil, məğlubiyyətinə görə istefaya göndərmişik, amma bu heç inandırıcı deyil. Çünki Neftçiyə məğlubiyyətdən sonra istefaya göndərmək mən düşünürəm ki, düzgün deyil. Yox, əgər qarşıdakı oyun günündə Kəpəzə məğlubiyyətdən sonra Cavid Hüseynov göndərilsəydi, hardasa başa düşmək olardı. Çünki Səbailin əsas rəqibi indiki vəziyyətdə Kəpəzdir, Sumqayıtdır. Və növbəti oyunda da Kəpəz maçı var Səbail üçün. Nəysə, danışacağıq. İlk növbədə başlayaq Qarabağın qarşılaşmasından. Qarabağ Kəpəzlə bacara bilmədi. Bilməm, indi bu nə qədər real səslənir və yaxud maraqlı səslənir. Qolsuz bərabərlik qeydə alındı, amma başqa məsələlərə toxundu. Bu oyuna Qarabağ itkilərlə çıxmışdı. Həmin o itkilər Musa Qurbanlı və Elvin Cəfərquliyevin adı soyadı ilə bağlıdır. Çünki məhz Araz Naxçıvan Qarabağ qarşılaşmasında baş verən hadisələri biz təhlil etmişdik, müzakirə etmişdik. Oyun zamanı cəzalanmayan Musa Qurbanlı və Elvin Cəfərquliyev Nizam-İntizam Komitəsinin qərarına əsasən ikisi, deməli, tam olaraq səsləndirim, oxuyum. Nədən ibarət idi cəza? Deməli, təcavüzkar davranışa cəhd etdiyinə görə bir oyun şərti olmaqla 2 oyun cəzalandırılıb Elvin Cəfərquliyev və eyni zamanda Qarabağ klubu 2000 manat cərimələnib, sınaq müddəti 3 ay təyin edilib. Eyni zamanda Musa Qurbanlı da təcavüzkar davranışa cəhd etdiyinə görə eyni cəzadır. Bir oyun şərti olmaqla 2 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimələnib, sınaq müddəti 3 ay təyin edilib. İsmail bəy, olarsa bir sual verin. Buyurun. Bu oyun vaxtı, sənin də aiddir sualım. Bəli, buyur. Oyun vaxtı poledə hakim var, düzdür? Bəli. Hakim niyə görə dayanıb? Bu işləri regulovka eləməlidir. Bəli. Yer-bir eləməlidir, hər şey həll eləməlidir. Halbuki son zamanlar hakimlərimizi tərifləyirdi ya. Biz hakimlərə qarşı heç vaxt danışmamışıq, yəni səbəb verməyiblər. Səhvləri var, amma yəni o lap şey deyil. Qərəzi yoxdur. Bundan əlavə var bizdə. Bəli. Var otağı var, orada da baxırlar. Onlar yəni oyundan sonra bu Musa ilə Elvinin cəzasını verən adamlar hardan bunu görüblər? Kameralardan görüblər də, təbii ki. Bəli. İnanmıram, oturub bir müddət sonra birisi bu hakimlər komitəsində kimsə deyib, bir dəqiqə, nə bilə, yadıma düşdü. O şey deyə, söyürdü oyun vaxtı. Yəni belə şey yoxdur. Oturub bara bax. Niyə görə bəs oyun vaxtı bu var şeyi? Salam verək. Aleyküm salam, necəsən? Sən burada yaşayasan, nə deyəsən? Düzgün yanaşmadı ya. Yəni ki, həmin oyunda oyunun həmin o hansı ki nəticəsinə təsir edə biləcək və yaxud da bilmirəm, məsələn, həmin oyunda rəqib tutaq ki, Qarabağ komandası olmasaydı, başqa bir komanda olsaydı verilərdi səncə? Bayla Qurbanov da mətbuat konfransında bu məsələyə toxunub Kəpəzlə oyundan sonra ki, niyə Qarabağı belə deyək, ortaya qoyurlar, müzakirə edirlər ki, Qarabağın futbolçularına verilmir. Bizim də futbolçulara deyir, qırmızı vərəqə verilir. Amma Qurban müəllim deyib. Amma Qurban müəllim, yəni əgər bu qırmızı vərəqə varsa və Nizam-İntizam Komitəsi bunu veribsə,
Sonradan təkrara baxır. Bəli. Elə var otağında baxa-baxa oyunun gedişatında da vermək olardı da, düzdür? Bəli. Məntiqlə oyunun gedişatında da Alex. Yəni varın məqsədi o. Varın məqsədi budur da, oyunun gedişatında Rəqibdən son dəqiqələrdə ya. Musa Qurbanlı əgər cəzalanırsa, Elvin Cəfərquliyev cəzalanırsa, eyni məntiqlə oyunun gedişatında vardan müdaxilə fonunda bu iki futbolçu meydanın vaxtından əvvəl tərk eləməli idi və Qarabağ 9 nəfərlə 9 qalmalı idi. nəfərlə oynamalı. Araz Naxçıvan da son dəqiqələrdə bəlkə də məğlubiyyətdən xilas ola bilər. 100%. Yəni həmin o bayaq dedin ki, hansı davranışa görə? Təcavüzkar davranışa görə əgər sonra davranışa cəhd etdi. Cəhd də, hə. Yəni biz dedik də gəlib xoş niyyətlə sən kimisə boğazından yapışa bilmərsən axı. Yo, olur, hərdən bir olur. Olmur. Olur, mənim cahilliyimdə o qədər boğazdan tutmuşam. Sən cahil futbol başqadır. Sən Zloy Aleyküm, sən ona görə. Sən gedirdin. Kişilərdən gedir, qadınlardan gedir. Ne çoxdan olur. Baş edirdin. Nəysə yadıma saldınız şey davam edin ver. Yox da yəni söhbət indi baba yaxşı. varın səhvindən gedir. Əgər eləsinə qərar varsa, sonradan o icra komitəsində bu qərarı qüvvəyə mindirib və həmin o epizodlara baxıb və sonradan həmin futbolçulara sən 2 oyunluq cəza verəcəksən. Sınaq müddəti də qoyursan. Gör bu cəzanın, bu hərəkətin belə deyək, dozası, şiddəti nə qədərdir ki? Ay sağ ol. Yəni Hələ sən ona sayda qoyursan. sınaq müddəti qoyur. Qardaşım, Plus həmin oyunda da yəni o qərarı hansı ki vardı oturan hakimlər. neçənci dəqiqədə baş verdi oyunda bu? 88-ci 88. 2 dəqiqə söhbəti gedir də belə böyük 2 dəqiqə ölçüylə. belədir, ən azından Amma- 5 dəqiqədə bir artıracaq, 7 Qardaşım, dəqiqə. Əlbəttə. 83, düzəliş 83. Rahat Yəni yəni artırmanı da 12 nəzərə dəqiqə alsan, oynayacaqlar 15 dəqiqə var. 9 nəfərlə. Yəni bu belə çıxır ki, sabah misal üçün oturub oyundan 2 həftə sonra ya da 3 ay sonra qərara gələ bilərlər ki, misal üçün Sumqayıt Şamaxı oyununda o mübahisəli moment var idi. Orada qol idi deyəsən. Yəni bu ya da çempionatın sonunda deyə bilərlər ki, ikinci turda bərabər oynadı ya Sabahla Sabail. O düzgün deyil idi. Hər şey çökür. Qardaşım, bunu belə eləyirsənsə, yəni bu söhbətin altına girirsənsə, yox, varı saxlayırsan, problem yoxdur. Nəsə şey olub. Yəni oyun vaxtı problem olub. Sən bu yox, indi başa düşəcəksən. Yəni sən bu söhbətin altına girirsənsə, qardaşım, de ki, bu baş verib, üzr istəyirik, yəni hakimlər üzr istəyirlər, görməyiblər də, alınmayıb. Bu oyun yenidən oynanılır. Görməyib, yox. Görməyib, Görməyib, yox. Necə görməyib? Necə yəni? Ya deməlisən ki, var sistem işləməyib. Kompüterimizdə nasazlıq olur. Bəlkə başqa şeyə baxırlar televizordan o moment, o da ola bilər. Yəni, bu momentdə indi tutaq ki, qərar belə verildi. Da həmin oyun nəticəsində də komanda məğlub oldu. Araz Naxçıvan hakimlərin heç biri cəzalanmadı. Bundan qabaqki çempionatlarda İsmail sən yadındadır. Bir 3 il 4 il zat bundan qabaq. Hakimlərin hansısa məsələn səhv edirdi. Oyunun nəticəsinə təsir eləyər. Baxırdın ki, 5 oyunluq filankəs cəzalandı. Nə bilim 3 oyunluq filankəs cəzalandı. Onda da həmin o beynəlxalq dərəcəli hakimlərimiz var idi. Məsələn UEFA-da gedib oyunları idarə edən hakimlərimiz var. Premyer Liqa maçlarına Premyer Liqamızın oyunlarında, yəni hansı ki məsuliyyət daşıyan o hakim, orta hakim var, baş hakim və onun köməkçiləri. Bilirdilər ki, bir dənə ola bilər ki, nəsə səhv elərsən qərəzdən və yaxud da bilmədən. Həmin hakimlər komitəsində də gedirlər, baxırlar hakimlər komitəsinin başında duran o adam. Deyirdi ki, sən İsmail, bu oyunda elədiyin səhv, bu nəticədə məsələn də tutaq ki, Araz Naxçıvan məğlub oldu Qarabağa, orada 2 dənə qırmızı düşürdü, sən getdin 3 oyun dincəlirsən. Və sonra 3 oyundan sonra sən 1 ay işsiz olandan sonra qayıdıb gələndən sonra ağlın gəldi başa. Bir sən necə idin? Sən deyirdin ki, bir dənə səhv eləməyim, nə var, çot qeyriməmişəm ki. Çox gözəl mövzu. Və yaxud da ki, 100% həmin o vardı oturan gün ərzində 2 dənə oyun olur da qardaş, düzdür? 2 dənə oyun olur da məsələn, biri 5-ci gün oldu, ikisi 6-cı gün oldu, ikisi də bazar günü oldu. Bu hakimlər komitəsində oturan o başçıları kimdir? Böyük, xarici. De Blacker. De Blacker yerində köməkçisi var da yəqin ki yanında. Elə gəl otur özün də var da böyürdə şeyin qabağında. Ümumiyyətlə var. Var bir sizin nəzbilə qoyub azar. Yox, gəl özün də otur həmin o varın böyründə. Varda oturan hakimlər kimlər ki oturur qardaşım. Düzdür? Fikirləşdin ki, burada təcavüzkar davranışa görə bundan sonraki komitədə keçiriləndə o Sabraniyada toplantıda 2 oyunluq Cəfərquliyevə verəcəyik və Musaya 2 oyunluq verəcəksə, elə oyunun gedişatında həmin o qərar verir, oyunun gedişatında verdi ona. Adı duzu varsız hakimlər idi. Dördlü hakim sistemi idi. Mübahisə eləməyə hazıram. Məncə var yaxşıdır.
qədər düşməsinə və yox, var ola biz nə qədər kobud səhvlər görürük. Yox, Söhbət odur ki, olsun da var. Öz yanında. Yox, öz yox, yerində. ədalətsizlik o. Yox, ədalət də bərqərar Fikrini edilir. tamamlasın qoy. Aha. Ədalət bərqərar Nə olur. istəyir danışsın. Bərpa edilir ədalət. Amma hakimlərdə o qədər arxayınlıq, rahatlıq olur ki, mən çıxıb rahat idarə eləyəcəm oyunu, səhv də eləyəcəm, eybi yox. Amma oradan mənə vardan deyəcəklər ki, burada səhv eləm. Qardaş, əvvəl belə şey yox idi. Əvvəl sən qiymətinə təsir eləyən səhvlərin olurdu. Aysa, qiymətləndirirlər ki, sən falan qədər bal aldın və gələn oyun məsələn sən bir oyunluq tutaq ki, İsmail sənə oyun vermirdilər. O idarə etmənə görə biliyordun bir neçə oyun təyinat almırdın. İndi çox rahat. Mənim təklifim var. Çox rahatdır. Mənim təklifim var. Bu dünyada bilmirəm bunu eləyirlər, eləmirlər. Məni maraqlandırmır. Məni Azərbaycan maraqlandırır. Üstürəm AFFA-ya, Hakimlər Komitəsinə. Halbuki bilirəm AFFA yəni Ruslan sözü var, barmağına vurmayacaq ki, nəsə eləsin. Amma hər halda məndən deməkdir. Bəlkə bu sistemi biraz dəyişək. Yəni hakimlərə maaş verilmir. Tutalım 100 manat verilir oyun bir oyuna görə. Bunu faiz sistemi ilə versinlər. Yəni sən oyunda oyunun 10%-ni vara güvənib iş görmüsənsə, sənin qonorarından da 10% kəsilsin. Yəni niyə görə deyirəm? Yəni lap çox bəsit başa salım. Mən hakiməm misal üçün. Mən çıxmışam poleyə, cəmaət gəlib futbola baxmağa. Mən də rahatam nə barədə? Yəni nə müzakirəli moment oldu ya. Deyirəm, bir dəqiqə yanı gedib vara baxıram. Oyunun tempini öldürürəm, cəmaatın həvəsini öldürürəm. Belədirsə, qardaşım, mənim maaşımı kəsin. Amma sən çıxırsan bir hakim kimi, uverinə oyunu aparsan, varı fikirləşmirsən, var nə vaxt istifadə olunur. O vaxt ki, ümumiyyətlə hansı vaxta görə nəzərdə tutulmuşdu. Misal üçün, momentdir də top deyib ştanqaya, periklazına gəlib xəttə deyib, bilmirik, qoldu. Ya da offside milimetraj tutmamışıq. Onda sənə xəbər verirlər ki, qardaş, orada offside var idi, ya da yox idi. Belədirsə, gəl maaşını al. Bir, ikinci də qısa şeyim var, təklifim var. Xaricdə bir neçə çempionatda görmüşəm onu. Bizdə moment olan kimi saxlayırlar 3 dəqiqə, 5 dəqiqə vara baxırlar. Qardaş, moment oldu. Oyunu davam eləyin. Vardakilər tez baxsınlar, tez bazar. Nəsə şübhəli bir şey var, sənə xəbər versin ki, qardaşım, saxla. Onsuz da elə olur. Məsəl üçün epizodu daqiq eləməyə qoyurlar axı. Oyunun elə epizod olur ki, başa düşürəm. Onda niyə görə 7 dəqiqə vaxt olub gözləmişik varına 5 dəqiqə? Mübahisəli moment olur ki, hansındakı vardakılar deyir, belə deyib, baş hakimin öhdəsinə buraxırlar ki, bax, qərar budur, biz bunu görürük. Amma sonda qərarı verən sənsən. Və deməyim nədir, bu qərarlar da verəndə fərq etməzə qardaş, hansı komandaya qarşı olur olsun. Hamıya həmin bu qərar qardaş eyni olmalı. Eyni şamil edilməli. Fərq etməz. Lider olsun, sonuncu yerdə gedən olsun. Onsuz da çempionatdan düşür. Bu məsələn zəif komandada bunlara qarşı bunu belirləsəm də olur. Yəni hakimlərin beynində o şey olmalıdır. Gəldik mən neçə vaxtı dediyim söhbətə. Mən bir sən nə deyirəm? Bayaq Qurban dedi, bir dənə Qurbanı deyim, sən davam eləyərsən. Çıx get. Sən bu açığı o çöldə buraxmısınız. Bayaq bu giyimdi. İndi sən giymirsən. Qulaq as, mən taxmayacağam. Mən üçüncü olmaq sevmirəm. Facebook'a qəşəng gedir. Səyə oxşar. Qurban, özün də danışmırsan. Sənin sözümüzü kəsdin, anekdot danışdın mən. Yox, eləmə. Göz ağrır, svarkaya çox baxır. Adı nədir onun? Qurban. Keçək mövzular. Qurban, yox, söz deyirəm, mən. Qurban bayaq sən deyirsən ki, müsahibədə deyib ki, niyə görə deyirlər Qarabağa qarşı. Ancaq, qardaşım, bunu neçə dəfə demişəm, deyəcəyəm də. Bir də deyir ki, elə danışırlar, elə müzakirə edirlər, sanki biz deyir döymüşük kimləri. Yox, söhbət ondan getmir. Söhbət bir nədən gedir. Bu AFFA-nın icra komitəsində bir klubun ya da 2 klubun nümayəndəsi olanda, qardaşım, nə olsa bu söhbətə hamı deyəcək. Bu söhbət hamı deyəcək. Cəmaət bilirsiniz nə fikirləşir? Halbuki mən əminəm ki, belə şey yoxdur. Deyirlər ki,
Misal üçün Qarabağa nəsə lazım olanda elə Qurban oturur hamı ilə bir yerdə. Deyir qardaşlar Qarabağ üçün falan şey eləyək də. Ya da bu Sabahın iki nümayəndəsi Maqsudla Balaş oturub deyirlər, yəni Sabah üçün falan şey. Bu belə fikirləşirlər. Qardaşım, bu komitəyə klubdan adam götürmək istəyirsənsə, bütün klublardan adam götür. Geri gəlmişsən. Götürmək, yəni belə eləyirsinizsə, misal üçün də tutalım da Balaş Qasımov futbolu o qədər yaxşı bilir ki, məsələn, bu normal bir şeydir, yəni ola bilər bir şeydir. Bunu AFFA-ya, icra komitəsinə dəvət edirsiniz. Oturun, söhbət edin, deyin, Balaş müəllim, çıxın sabahdan, gəlin AFFA, bütün gücünü şeyə xərclə. Azərbaycan futbolunun inkişafına, inkişaf belə eləyirəm. Niyə görə? Çünki inkişaf yoxdur ümumiyyətlə. Azərbaycan futbolunun geri inkişafı gedir. Yəni, ya bütün klubların nümayəndəsini qoyun, təsəvvür edin, biz qonaq dəvət eləməyə qərara gəlirik ki, hər veriliş qonağımız var. Amma hər veriliş tutalım Neftçidən gəlir adam. Neftçiyə qarşı heç nə demirik burada. Sabah gec-tez kimsə yəni başını qaldırıb deyəcək ki, qardaşım başqa klublardan dəvət edilir. Bu vardan da bayaqların bir dənə fikrimi qoy tamamlayım, qaldı sonuncu demək istədim. Üzr istəyirəm. Deməli, indi ki məsələn biz demirik, hakimlər qərəzlidir, yavnıçı məsələ qarşı tərəfkeşlik. Mən də düşünmürəm qərəz. Söhbəti yox. Varla bağlı, var indi bütün dünyada hər yerdə təbliğ olunur. O tam qərarla, yəni ki, oyunda tam haqlı olaraq oyunun tempini salır. Nəysə, indi bəzi şeylər var, momentlər var ki, kimsə istəyir, kimsə istəmir. Olmağı okeydir. Okey, olsun. Amma bir sən hava şou başlayacaq, İsmail. İndi ki bu Amerika MLS liqasında hansı ki hakimlərin o qulağında olan o şeylə vardan ki gələcək, izahlı danışacaqlar, bütün tribun eşidiləcək. Orada indi də təsbiq edirlər. Bəzi çempionatlarda, bəzi turnirlərdə. Bizdə də olmalıdır. Gələn ildən yoxsa o birisi ildən həmin o söhbətlər gedəcək ki, vardakı o nə deyir, buradakı nə deyir. Bütün stadion hamısı eşidəcək onu. Qaydaların futbol azarkeşlərinə, eləmə işçilərinə, futbolçulara. Hansı azarkeşə? Yox, 50 nəfər, 100 nəfər. Sən 50 nəfər adam gəlir sənin oyunma, sən o texnologiya xərclədiyin pulu normal 2 dənə kreativ adam dəvət eləyin. Normal 2 nəfər kreativ adam dəvət eləyin ki, futbolu təbliğ eləsin, cəmaət gəlsin şeyə də. Sən Baleçkin yox deyə, sən yox da hər oyuna 50 nəfər. 700 nəfər adam gələndə sən deyirsən ki, urra rekord vurmuşuq. Sən mən şey eləyirsən. Bir dəqiqə deyəm. O mikrofonsuz da Azərbaycandakı oyunlarda inanın mənə, mən oyunlara gedən adamım. O mikrofonsuz da eşidilir, studiya nə danışır, oyunçu nə danışır. Hər şey eşidilir, narahat olmuyor. Okey. Hə, buyur. Deməli, Qurban Qurbanovun AFFA-nın icraiyyə komitəsinin iclasında iştirakı gözlənilirdi. O da çox olmalıdır. Tovuz şəhərində belə deyək, Turan Tovuzun işləri ilə əlaqədar olaraq, akademiyaya baxışla əlaqədar olaraq AFFA-nın belə bir iclası mərasimi təyin edilmişdi və bu səbəbdən Kəpəz-Qarabağ maçı, Qarabağ-Kəpəz görüşü Bakıda deyil, Tovuz stadionunda keçirilməli idi və ona hazırlanmışdı hər şey. Amma Qurban Qurbanov həmin o toplantıda iştirak eləmədi, çünki ümumiyyətlə o toplantı olmadı Tovuz şəhər stadionunda. AFFA rəsmiləri rəhbərliyi bildirdi ki, bizim təcili işimiz çıxıb, iclas Bakıda olmalıdır və Qarabağda əlbəttə ki, Tovuz şəhər stadionunda, o Tovuz şəhərində olduğu üçün, oyuna hazırlaşdığı üçün Qurban Qurbanov Bakıdakı mərasimə qatıla bilməzdi. Bax, belə bir anlaşılmazlıq olmuşdu. AFFA rəhbərliyi dedi ki, bizim təcili işimiz çıxdı, ona görə də Bakıda keçirilməli olduq bu iclasa. Qurban Qurbanov bu səbəbdən həmin o mərasimə qatılmayıb. Həmin o mərasimdə də 2 oyunçuya icazə verildi. Həmin o mərasimdə də o mərasimdə olmayıb. O mərasim o nizam intizam. Olar mən fikrimi bildirim buna. Əziz dostlar, danışmağa. Danış. İsmaili qoymursan danışmağa. Yox. Sən dedin, tamamladım. İndi sualım Ruslana, sən o mövzuda fikrini bildirərsən. Yəni sualımı ünvanlayım. Əlbəttə. Nizam İntizam Komitəsinin qərarı oyundan bir gün öncə oldu. Deyəsən, əvvəl oldu. Elvin Cəfər Quliyev də oyunun heyətində idi, əminəm. Musa Qurbanlı da həmçinin oyunun heyətində idi. Yəni bu cəza istər-istəməz Qurban Qurbanovun planlarına təsir etdi.
Yəni bu iki futbolçu ilə oyuna hazırlaşırsan, qarşıdakı oyuna hazırlaşırsan və oyuna bir gün qalmış, lap 2 gün qalmış bilirsən ki, sənin iki futbolçunu cəzalandırdı Nizam-İntizam Komitəsi. Bütün planların alt-üst oldu. Bax belə də futbolçu və məşqçilərə necə təsir edir? Özün də məşqçisən, özün də futbolçu olmusan. Ümumiyyətcə, bu iki futbolçunun ikisi də bizim Azərbaycan millisinin oyunçularıdır, düzdür? İkisi də dəvət olundu milli komandaya. Çempionatda limit qadağası olduğu üçün, limit tərtib olduğu üçün ikisi də Azərbaycanlı futbolçu. Sən hansı ki həftəlik siklında, ümumiyyətcə planında oyuna hansı ki Gəncəyə qarşı oynayırsan və bilirsən ki, Gəncə Kəpəz komandası doğrudan da elə bir klubdur ki, Lüboy Mametlə nəsə bir sürpriz eləyə bilər. Sən bu oyuna bəlkə də Neftçiyə qarşı və yaxud da nə bilim Araz Naxçıvana qarşı, Sabaxa qarşı fərq etməz də, yəni Kəpəz fikirləşib ki, bu dəqiqə hal-hazırda durumu yaxşı deyil və o komandaya belə yanaşaq, onsuz da bunlar olmasa da bu quşlarla da udacam, elənsinə yanaşmır yəni Qarabağ. Və bu iki futbolçunun ikisinə də cəza verildiyi üçün mən də həftəlik planımda o gedişatlarda, taktiki planda hansında ki işləyirəm mən Gəncə ilə oyunda həmin o planlarla, o taktiki kombinasyonla şeyləri eləyəcəm və mənim 2 dənə futbolçumun oyundan bir gün qabaq mən gedirəm, qalıram Tovuzda və o qərar çıxır ki, sabah siz oynamırsınız və bu ikisi də Azərbaycanlıdır, limitdir. Sən onların yerinə təsəvvürlə ikinci alternativası var komandanın, söhbəti yox. Planlar pozulur. Sən qurduğun işlərin hamısını elə biri var, mən səni tanıyıram. Evet ki, o planı üstündən belə xət çəksən, gəl sıfırdan başlayaq. Hazırlığımızı oyuna bir gün qalmış ki, planımızı bu formada quraq. Əlbəttə ki, bu həmin bu qərardan sonra da nəinki Qarabağ komandasını, hep başqa klub olur olsun, kim olur olsun. Sən yenə deyirəm, həftəlik siklda hazırlaşdığın sastavı qurursan, oyundan 2 gün, 3 gün qabaqcadan sən bilirsən ki, bunları oynadacaq məşqlərdə icra edirsən. Sən oynatmayan da əlbəttə ki, sənin oyununa da təsir göstərəcək. Gəncə komandası da elə bir boy göstərdi ki, oyunda indi oyuna gəlib çıxacaq o məqamlara da. Yəni bir də Qurban Qurbanovun gileyləndiyi məsələ stadionun sulamaması ilə bağlı idi. Qardaş, mən hava isti, stadionu sulamamaq o deməkdir ki, sulanmayıb, yəni çox çətin idi belə şəraitdə deyir oynamaq. Sürüşməsi süni meydançada qardaş ürəyin istəyən kimi olmayacaq. Niyə iminli xarici futbollara bir dənə bax, Avropada istəyir süni olsun, istəyir təbii ot olsun. Razminkadan qabaq meydança sulanır. Çıxır komanda Razminka pası versin, şap istədiyin kimi gedir. Razminka girirlər meydançadan təzədən çəri. Soruşurlar ev komandasından ki, qardaş, sulayacağıq təzədən oyundan qabaq, yəni Razminkadan sonra da. Məsələn, Qarabağ 100% deyir ki, suluyur meydançanı. Çünki oyuna təzədən girəndə həmin o necə ki, çotki paslar, pasın şiddəti, topun meydançanın üstündə o topun özünün öz dərisi, öz materialı var. Yer quru olanda top yerə dəyər, belə dın atlana gedir. Amma yer su olanda məsələn, o top istədiyin kimi gedir. Ona görə də həmin o meydançanın Qurban müəllim dediyi kimi hansı ki meydançanın quru olmağı doğrudan da oyunun tempinə təsir göstərir və burada da başqa bir şey qalır ki, yəni mən əgər Gəncə evdə Tovuzda oynayırsa, Gəncə bilirsə, Kəpəz bilirsə ki, Qarabağa qarşı oynayır. Texniklə oynayır, sulamıram. Ona görə də qardaş, mən qaydalar çərçivəsində futbolunu bicdiklər eləyirəm və yaxud da nə bilim nə yollardan, hansı ki qaydaları pozmadan, mən Lüboy variantı əl atıram ki, qardaş Qarabağdan xal alım. O qayda pozuntusu sayılmır. Yox. Nə qayda pozuntusu? Sulamıram. Qardaş, mənim şlanqım işləmir, suyu kəsiblər, yoxdur su. Mənə istə deyə bilmərsən sən. Vəkillərə müalicə. Vedirə ilə sulan. İndi ona gələcəm. Sən oyundan 10-15 il bundan qabaq məsələn biz oynayırdıq, tutaq ki, hansısa bir klubla, məsələn də Azərbaycan çempionatında gedirdin məsələn oynayırdın hansısa bir bölgəyə. Bilirdin ki, o həmin oranın stadionu bildiyin məsələn palçıq idi. Tovuzun indi stadionun dəyişiblər, çöynə eləyiblər, düzdür? O vaxt biz meydan oynamağı mən Neftçidə oynayanda məsələn gedirdik Tovuza. Növbəti mövsüm Premyer Liqada iştirak edəcək İmişli, Mingəçevir, bunların stadionu bərbaddır. Yəni onlar nə edir? Düzəldəcəklər. Bir il vaxt verir. Düzəldəcək, onu düzəldəcəklər. Onlar onun hamısını yoluna qoyacaqlar. Əgər verəndən sonra ixtiyarı o düzələcək. Biz məsələn gedirdik, tutaq ki, Tovuzla oynamağa, Tovuzda. O vaxtı 2010-da, 15 il bundan qabaq. Stadionu təbii otu idi.
Amma bildiyin Qarabağ Tofiq Bəhramov kimi və yaxud da Azərsun Arena kimi qutu kimi yəni belə deyil də hansını belə bir səməni kimi belə çıxıb bildiyin yəni getmisən bərbər qırxıb qutu kimi damsı. Kələ götür torpaq altdan o çayır ot çıxırdı. Top gəlirdi ona dərdi danq istiqamətini dəyişirdi. Və biz bilirdik ki məsələn onsuz da stadion biraz belə pis vəziyyətdədir. Götürürdük ora rezin butsu. Gəlirdi oyundan qabaq görürdük ki, məsələn, sulaması stadionun məsələn, Tovuz indi demirəm, ümumiyyətlə başqa komandalar, hansılar ki, güclü komandaya qarşı oynayırlar, gecədən şlankları salırdılar ki, poliyə. 5 dənə, 6 dənə, 8 dənə suyu da oradan asır, gəlirdin, baxırdın, görün ki, luja, bildiyin spurt hər yer sudur. Rezin butsu. Həmin o rezin butsu da ki, sən bu palçıqlı poliyada qaçırsan, rəqib komandada çıxıb belə-belə itilənmiş dəmir butsu ilə. Mənə pas verir, mən qaçmaq istəyirəm. Zaq ağzım girdi yerə, bölümdən o birisi oyuncu dəmir şipli butsu ilə qaçır gedir. Yəni onu mən heç kim nə hakim, nə bilim affa, nə heç kim deyə bilməz ki, sən meydansan ya suladın, palçıq eləmisən. Qardaş, yumşaltmaqdan ötürü mən bunu belə eləmişəm. İndi Qarabağa da qarşı oynayır, mən qardaş sulamıram. Bilirəm ki, Qarabağ tempdə oynayır, kombinasion oynayır, tez pas oynayır. Bunlara meydansan sulasa qardaş çıxıb əziyyət çəkəcək. Ona görə yəni heç kim heç nəsə deyə bilməz. Orada da qanun pozuntusu deyil. Yəni orada heç nə affa deyə bilməz. Niyə meydansan sulamadın? Standart. Yaxşı, mən Qarabağ olaraq tələb eləyirəm ki, stadion sulanmalıdır. Öz meydançanda sulayarsan qardaş. Mənim meydançamda mən nə istəyirəm eləyirəm. Mən sulamıram. Mənə rahat deyil. Qaydaq. Mən özümdə belə oynayıram. Bax, əziz dostlar, ilk növbədə Ruslanı təbrik edirəm. Çox gözəl izah elədin. Aha. Yəni məncə bu belə izahdan sonra hamı başa düşdü ki, niyə görə səni xaricdən dəvət niyə görə yəni stadionu sulamaq olar ya olmaz. Gəldi əsas məsələ. Gəldi əsas məsələ. Baxın. Qurban Qurbanov AFFA-nın icra hakimiyyəti artıq çıxdı. Yadırğıyıb əməli başdı. 2 həftə yoxdur. Oruç o qurumun adı nədir? Oruç İcra Komitəsi. İcra Komitəsində oturub. Bu adama deyirlər ki, biz görüş keçirdirik və buna görə sənin komandovun, sən də iştirak eləyəsən deyə, sənin komandovu burada yox, o biri şəhərdə tamam oynamalıdır sənin komandon. Bu adam deyir, yaxşı, problem yoxdur. Bu gəlir ora, o biri şəhərə. Planlarını dəyişir. Gedir o biri şəhərə. Buradan deyirlər ki, yox, işimiz çıxdı, biz burada iclas keçirdik. Gəlin bu söhbətin biraz dərinliyinə girək. Niyə görə? Burada 2 dənə nəticə mən şəxsən çıxardıram. Birincisi nəticə nədir? Biz Qurban Qurbanovu şəxsən mən öz adıma deyirəm. O komitədə Qurban Qurbanovu görəndə dedim ki, nəhayət hal-hazırda futbolla məşğul olan adam var orada. Bəli. Yəni bu addımla AFFA bizə nə göstərdi? Şəxsən mənə göstərdi ki, bizə futboldan başı çıxan adam lazım deyil ki, biz nəsə qərar qəbul edək, iclas keçirdi. Yəni bu Qurbanı fiqura kimi otuzdurublar ora ki, ay cəmaət sakit olun. Bax, demirsiniz, Qurbandır. Azərbaycan futbolunun hal-hazırda yəni oynayanlardan, məşqçilik eləyənlər. Tarixini yazan qardaş. Qardaş, kralı Qurban Qurbanov deyil. Bax, götürdüm, qoydum. Bax, buradadır, sakit olun. Amma bu hərəkətinlə mənə göstərirsiniz ki, bu hərəkətinizlə, yəni Qurban Qurbanov oldu, olmadı, sizin vecvizə deyir. Adamın o boyda klubu başqa şəhərə aparmısınız. Sonra deyirsiniz ki, bu şeydir. Yəni, yox, alınmır. İkinci vacib məsələ. Azərbaycan Futbol Federasiyası nə deməkdir? Bu insanlar Azərbaycan futbolunun inkişafı üçün işləməlidir, düzdür? Bunlar maaş alırlar da hər halda da. Əlbəttə. Özə mən inanmıram ki, orada oturan insanlar ən azından onlara baxanda mən fikirləşmirəm ki, onlar yəni hansı yüngülvarı 300-500 manata görə gəliblər. Yəni sözüm onda deyir, kim nə qədər qazanır, halal xoşu. Tək ki 300.000 qazansınlar günə. Yəni bu şey demir. Amma siz bu futbolla məşğulsuzsa, yəni futbolu inkişaf eləmək istəyirsiniz. Ya futbolla, sırf futbolla məşğul adamları qoyun, ya da bilmirəm neyin. Çünki elə çıxır ki, kiminsə işi çıxıb şeydən başqa işi. Deməli bu adamın başqa işləri var da. Başqa işləri ilə gedib məşğul olsun da. Misal üçün mən hansısa
Adı nədir onun? Hansısa böyük fabrikanın müdiriyəm. Çalan pulum var. Götürürsüz mənə də affaya salırsınız ki, yaxşı oğlandır, qoy bu da olsun burada. Oturum fabrikanın, bilmirəm fabrikanın işləri ilə məşğulum, yoxsa futbol işləri ilə məşğulum. Yəni çox şey lap açıq da demək istəmirəm. Amma ən azından məncə başa düşürsüz də nə demək istəyirəm. Qurbansızsa götürün futbolla məşğul olan adamları. Məncə təsadüfi deyəndə ki, məncə vecdərdə də dörnə baş verir. Bu mənim şəxsi fikrimdir qardaşım. Kayfım durur burada edim, kayfım durur sabah Antalya'da gedib iclas eləyərik. Bunlar oldu, olmadı, mənim vecimə də dör. Yəni Qasqarda eləyə fərqi yoxdur. Yəni bu səncə öncədən planlaşdırılan bir şey. Da yox, AFFA-da öncədən heç nə planlaşdırılmır. AFFA-dan öncədən bilirsiniz nə planlaşdırılır? Bunun opravdanisini axırda necə deyəcəyik? Limiti şeylərlər, ləğv elədilər. Heç onu da fikirləşmirlər. Bir ildən sonra cəmaatın qabağına çıxıb nə deyəcək ki, niyə görə şey? Elə bir vəziyyət AFFA-da oturan adamlar, yenə deyirəm, mütəxəssislər belə danışmağa ehtiyatlanır və deyirlər ki, baxaq, AFFA-da izləyək, oturan müşahidə adamlar, eləyək, görək nə olacaq. Əvvəlcədən heç də demək olmur, Alik. Sən planı qurursan, məsələn deyirsən ki, bunu belə eləyəcək, bu çot ki, saat kimi, İsveç saatı kimi hər şey istədiyimiz kimi gedəcək və sonda 10 ildən sonra, 5 ildən sonra biz nəticə əldə eləyəcəyik. Özləri də inanmır. 3 il sıraq qoyurlar, 5 il sıraq qoyurlar. Bilmirik. Başa düşürəm, amma reallıq deyə bir şey var. Mən indi sizə deyim ki, qardaşım, mənim 50 yaşım var da, misal üçün də, bu gün sabah 50 yaşım olacaq. Maksimum 38 verərəm. Allah səndən razı olsun. Mən indi sizə desəm ki, mən qərara gəldim. Sabah gedib Schwarzeneggerin video kasetini alacağam. 2 ay o video kasetlə məşq eləyəcəm. Mən də Schwarzenegger kimi olacağam. Sən nə deyəcəksən? Bu real olan şeydir. Yox, real olan şey deyil də. Yəni AFFA-da belə şeylərlə danışır da bizimlə də. Hələ bir uşaq başı alladırlar. Gəlin belə eləyək. 3 ildən sonra futbolumuz ideal olacaq. Sən təzə komandaları, sən liqanı böyüdürsən. Yeni komandalara sıraq qoyursan. Böyütmə liqanı indi. Böyütmə liqa. Yeni gətirmək istəyirsən komandaları ya. Onlara indidən sıraq qoy ki, hazır olsuz bir ildən sonra mən liqanı böyüdərəm. Niyə görə biz şey olmalıyıq? Yəni bu futbolda problemlər yaşamalıyıq. Necə və hazır olsun bir ildən sonra. Sən buna vədə verə bilərsən ki, tutaq ki, Mingəçevir komandasına, ki, Mingəçevir hazır ol bir ildən sonra səni çıxardacaq. Mən sənə deyim. Hazır eləyir, stadionu gözləyir, onlar da deyir ki, yox, sənin məsələn lisenziyan düz gəlmədi, eləyə bilmirik. Yox, sən lap o biri tərəfə getdin. Mən sən başqa şey deyirəm. Qulaq as, futbol dilində elə başa salım səni. Mən baş məşqçiyəm. Millinin baş məşqçisiyəm. Sən oyunçusan. Simurqda oynayırsan misal üçün. Mən sənə yaxınlaşıb deyə bilərəm ki, 2 variantım var. Ya sənə potensial var səndə. Görürəm ki, potensial var səndə. 2 variantım var. Ya səni çağırıram, deyirəm ki, gəl bura. Adı nədir onun? Millidə oyna. Xoşuma gəlməsə qollayacağam səni. Ya da sənə zəng eləyirəm, deyirəm ki, bax, Ruslan, sənə baxıram. Səni dəvət eləmək istəyirəm. Amma indiki səviyyəm məni qane eləmir. Qardaş, biraz da özünü düzəltsin, yaxşı oynasın, mən səni dəvət eləyəcəm. Hansı variant daha uyğundur sənə? Birinci variant. Niyə? Ona görə Azərbaycandan çıxmamısan da. 2 variantı demədən, onda denəsən, bizə dənə variantım var. 2 dənə variant qoyan kimi, çünki Azərbaycanda birincini seçəcək. Müəllim, mən çağır, mən gəlib orada özümü göstərəcəm. Yoxdur, hələ söhbət yoxdur da. Yəni o getdiyə, o illər getdiyə. Qardaşım, bizən necədir? Mən səni çağırsam, Azərbaycandır bura. Qardaş, Azərbaycan. Mən bir dəqiqə deyən, qardaş, mən səni çağırsam, sən uje deyəcəksən ki, ya hayır, mən millidəyəm, mən vecmə də dör. Ya bizim oyunçuların karyerası ona görə hamı əvvəl çağırılanlar elə bilirdi ki, eləmişə çağırılacaq, amma indi milliyə baxır, təzə uşaqlar gəlir, çağırılmayanlar fikirləşir ki, millidən danışacaq. Milliyə yeri gəlmiş, yeni adlar çağırılıb, buna bir qədər sonra toxunacaq. Qarabağ Kəpəzi neyinirik? Bitirdik, yoxsa danışaq oyun barədə Kəpəz lazımdır bu arada. Kəpəzi təbrik edirəm. Xala bərabər bir xalı qazandı. 100 xala. Zubir üçün əlamətlər oldu. 300-cü oyununa çıxdı Zubir, sonradan meydana daxil olaraq. Debütü 2018-ci ilin iyulun 11-də olub Çempionlar Liqasında Olimpiya ilə maçlar reallaşıb. 7 il ərzində 179 çempionat, 23 kubok, 98 Avrokubok qarşılaşmasında iştirak eləyib və vurduğu qolların sayına baxırıq. 51 52.445. Yox, 66 qol.
Yo, yenə Zubir canavar oyunçudur. Bomba kimi də komandaya da xeyir verir. Neçə illərdir orada da stabil oynayır aşağı yuxarı. Qarabağ komandasından sonunda düzdür bir xal qazandı belə baxanda, amma hansı ki planlarınla qalib gəlmək istəyirdi, qalib gələ bilmədi və burada bu komandaya qarşı müqavimət göstərən Gəncə Kəpəz komandasını doğrudan da təbrik etmək istəyirik. Şəxsən yəni bir xal qazandılar onlar, amma həmin o bir xal 3 xala bərabərdir. Kəpəzin hansı ki İsmail sənlə mən 200 veriliş bundan qabaq deyəndə ki 2-3 turdan sonra görəcəyik nə olacaq, nə baş verəcək və o deyəndən sonra doğrudan da bütün hər şey köndələn gedir, hər şey tərs məsrəf yox ha, yəni yaxşı mənada, yəni gözləndiyin kimi getmir yəni. Xallar itirir əsas komandalar. Tovuz hansı ki Avroliqa oynayır, evdə məğlub olur. Araz Naxçıvan hardasa bir balaca o gözümüz örgəşdiyimiz kimi hansı ki ilk yuxarıda gedirdi. Yəni eyni iş görsənir. Bir çox indi problemlər olur da o heç, yəni o əsas o problemləri yəni, irad tutmadım, yəni fikrimi deyirəm. Fikrini deyirsən, necə bilirsən? Yəni Kəpəz komandası da indi Allah qoysa məsələn Azər müəllimin orada işini vurğulamaq lazımdır ki, oradan da yəni döyüşkən kollektiv yəni gedəndən sonra ora əlindən gələni o da eləyir ki, komandası çıxsın meydançada ən azından vuruşsun. Çünki bu dəqiqə vuruşmaq lazımdır onlara. Bir şey vurğulamaq lazımdır ki, yəni oyunu baxmayanlar üçün bunu demək istəyirəm ki, yəni bu olur, bəzən olur bərabərlik ya da qalib gəlir komanda. Bu son zamanlar Liverpool'la Paris Saint-Germain'in oyunu 7000 dənə udar zərbə Paris Saint-Germain vurmuşdu. Axırda Liverpool bir dənə zərbə ilə qalib gəldi. Bu oyunda heç-heçədə ədalət yerini tapdı da. Bax, bu oyunda Qarabağ Kəpəz oyunda baxmayaraq ki, Qarabağ 18 dəfə qapı tərəfə vurub, Kəpəz 8 dəfə, ikisi də qapı çərçivəsinə 3 zərbə vurub. Yəni bu bərabərlik məncə haqqına bərabərlik idi. Yəni şey deyir, bəxtim işlədi, avtobus qoydum şeyin qabağında. Qapımın qabağında ştrafın önündən çıxmırdım. Kəpəzin də momentləri var idi, Qarabağın da. Kəpəzi təbrik eləmək lazımdır. Təbrik eləyirik və bir daha görsətdik. Ürəkdən təbrik eləmirsən. O cür güclü komandaya qarşı, yəni nə qədər istəkli olacaqsan, nə qədər meydançada tapşırıqları yerinə yetirəcəksən, qardaş, oynamaq olur yəni Qarabağa qarşı. Hansı ki, neçə illərdir hegemonluq eləyir. Doğrudan da liderdir, doğrudan da güclü komandadır, amma belə komandaya qarşı yəni çıxıb oynaya bilirsən. Məncə Qarabağ bilirsiniz nə edir? Göründü ki, outsider liderdən xal qoparmaq əzmindədir. Qarabağ məncə hərdən bir bilə-bilə oyunlar. Ya təbii ki, belə əstəğfurullah belə şey ola bilməz. Belə amma yəni Qarabağ istəsə hərdən bir sən komandaları şirə vermək kimi bir şeydir də. Yəni narahat olma. Mən də o professional komandadır. O boyda yəni söhbətlər oldu. Səbail Neftçi maçına qalmaqallı görüşə. Qalmaqallı ona görə ki, Samir Abbasov və qalmaqallar şeylə Cavid Hüseynovun mətbuat konfransında danışıqları, Cavidin istefaya göndərilməsi, Asko Arenadakı qarşılaşmada 3 gol vuruldu, baxımlı qollar oldu. Doğrudan da Neftçi Ozobiçlə hesabı açdı. Yaxşı hücum, yaxşı təşkil olunmuş həmlə və Ozobiçin dəqiq zərbəsi. Bundan 12 dəqiqədən sonra Elvin Camalov Neftçinin qış transfer pəncərəsi dövründə Sabahdan heyətinə qatdığı Elvin Camalov da baxımlı qol vurdu. Yenə də baxımlı, yaxşı, formalaşmış şəkildə Neftçi hücumunu izlədik. Ötürmə də gözəl alındı. Ervin Kofidən və Elvin Camalov da usta toxunuşu ilə qapıçını məus etdi. Səbailin qolu fasilə ərəfəsində Səbailin qolu çempionatın ən maraqlı qollarından, gözəl qollarından biri idi. Rüfət Abdullahzadənin, yəni sadəcə şedevr idi. Xarici çempionatda Lamin Yamal, Aryan Robben sayağı. Sonra Dybala vura bilər elə. Yəni sol ayaqla Robben, indi də Lamin Yamal vurur elə tez. Yəni möhtəşəm bir qol. O topu elə bir yerə vurdu ki, sanki əli ilə aparıb ora belə qoydu. Onu da ancaq sol axaylar vura bilər elə məncə. Möhtəşəm qol idi. Çünki bütün sol axaylar hamısı sağ ayaqlılardan yəni seçilirlər də, qeyri-adi olur. Çünki onların hər şeyini elə bil Allah Taala ancaq soluna verir. Başa düşdün? Messi-də, məsələn, bu adların çəkdiyim futbolçularda sağ ayaqları da var, söhbəti yox. Amma bütün elə bil
85% və yaxud da 90% solunda olur bunun və vurduğu qol, momentlər də hamısı əksəriyyəti yəni doğrudan da şedevr. O momentdə ştrafda oynayan çöldə sən oyunçu qabağında sənin qabağını kəsirsən, bir balaca solva belə çəkib və baş barmaq biraz da podium ayağın üstündən biraz da baş barmağına, yəni onu ilə fırladı buna dalniyə. Yəni bəlkə də vursa 50 dəfə düzdür, oxşayar, girməz. Amma bəxt də yaxşı şeydir belə momentlərdə, bildin necə? Elədir. Onu da vurarsan, düşmərsən. Savayyə biz əvvəlki verilişlərimizdə deyirik, niyə futbolçularımız bu zərbələr üzərində işləmirlər? Görünür ki, Rüfət Abdullazadə məşqdən sonra ən azı bir yarım saat qalır, 10 dəqiqə, 15 dəqiqə qalır, belə zərbələrin üzərində işləyir. Çünki o işləməsə, sən demiş 50 dənədən biri gedib düşəcək. Özü də mən məsələn Cəbrayılda onunla bir yerdə o 2-ci divizionda oynayanda məşqlərində də Cavid Hüseynov məsələn qapıya zərbələr, bütün epizodlardan, cinah ötürmələrindən, ortadan, uzaq məsafələrdən, yəni qapıya zərbələr məşqi keçirir və normalda yəni düzgün də keçir. Çünki sən hər dəfə elə Barselona kimi və yaxud da Qarabağ kimi girib cərimə meydançasının içində çak belə qollar vura bilməyəcəksən ki. Uzaq məsafədən də yoxlamalısan. Uzaq məsafə ilə bağlı problemimizdir. Bax o bizim sənə sual vermək istəyir. Bəli, problemimizdə bax işləyirlər də, hər bir komanda işləyir də uzaq məsafə. Bizdə bax misal üçün elə Qarabağdan danışsaq ya da Millidən danışsaq, yəni bizi beynəlxalq arenada təmsil edən komandalardan söhbət gedir. Və baxırsan Qarabağın bu sezon, bu Avro sezonunda neçə dəfə oyun oldu ki, Qarabağ rəqibindən üstün idi oyun cəhətindən, amma qol vura bilmirdi. Yəni uzaqdan zərbə sözünün U hərfi yox idi heç oyunda. Bir dənə oldu da Toral vurdu. Toralın qolu var idi ki, İsveçdə idi. Toral saxladı sinəsindən vurub, Dalini getdi, girdi göylə. Oyunda qalib gəldi. Bodegrimtlə oynaydı, yoxsa Bodegrimtlə oynaydı. İsveçdə idi, nəsə o tərəf. Skandinaviya ölkəsi. Yəni həmin o mövzuda da danışmışıq. Alex, sən yadıma gəlirsə ki, niyə zərbələr vurmuruq? Gəlirik qapının ağzına çatırıq. Məsələn, yox. O zərbə momentləri də bilsən necədir? Gərək sən məşqlərdə hamıya da şamil eləmək olmur onu. Cavid Hüseynov deyir ki, ən maraqlı məqamlardan biri. Biz Neftçiyə xüsusi taktika ilə hazırlaşmışdıq. Kimə qoymalıyam mən? Futbolçularıma ondan öncə hazırlıq planı. Nə deyirsən sən? Nə deyirsən? Qoymursan danışmağa. Kimi? Ay İsmail'i qoymursan danışmağa. Mən qoymursan danışmağa. O danışır. İsmail danışa. Hakimlərdən bayaq danışdığı verilişin 3-cü dəqiqəsində 47-ci dəqiqə gedir oradan. Çəkiliş sən rəddazdan qayıtdın. Hardan bilsən peki montajda kəsib onu əvvələ qoyursan? Hakimlərlə ümumiyyətcə belə barmaq eləmək olmaz. Ay yoldaş hakim, Allah'ın olsun vurdu. Kamran deyirdi yerdə işimizə gəldi. Nə oldu Kamran? Deyir orada. Yəni hakimə toxunma. Şəhərçi də orada deyir. Hakimdən ancaq kapitanlar danışa bilər. Ay hakim mən burada da deyir ki mən toxunulmazam. Hələ toxunsun, mənə də toxunsun, mən sənə əl qaldıraram. Soğudu götürmüş. Amma yox, o yaxınlaşıb hakim müəllim. Cavid Hüseynov mətbuat konfransında od püskürdü sözün hər bir mənasında. Mən uşaqlara tapşırmışdım ki, belə oynamaq lazımdır, belə boşluqlar vermək olmaz. Neftçi əlbəttə ki, çətin rəqibdir. Neftçiyə belə boşluqlar verə bilmərik və yenə də həmin o səhvləri elədik. Oyundan sonra da göstərdim ki, bax gördünüz, mən sizə demişdim bu səhvləri eləmək olmaz. Hər birinci taymdan söhbət gedir. Çünki ikinci taymda Səbail mənim gördüyümə görə ikinci hissədə Səbail Neftçidən daha yaxşı. Son saniyələrdə hətta məğlubiyyətdən xilas ola bilərdi. Rıza Cəfərovun fantastik refleksi var. Düzü top deyə bilərik, qapıçının üstünə vurulub, amma qapıçının o reaksiyası 90 üstə 5-ci dəqiqədəki o topa o reaksiyanı göstərmək. Ondan savayda Rızanın qurtarışları var idi oyun ərzində. Nəysə, Neftçi 2-1 hesabı ilə qalib gəldi bu öz yerində. Mətbuat konfransında nələr yaşandı. Cavid Hüseynov deyir, mən tək qalmışam, mənə dəstək yoxdur. Sponsor ümumiyyətlə əlini bizdən götürüb. Qışda 2 futbolçu transfer edildi. Yəssiz qalmışıq. Mən təkəm, bilmirəm nə edeyim. Qalib gəlirik 500 manat premiya mükafat verirlər futbolçulara. Halbuki kəpəz qalib gələndə əməlli başlı pullar qazanırlar. Düzdür, bunun yeri deyil mətbuat konfransı. Bu söhbət 500 manat, 600 manat, 100 manat. Bu söhbətlər mətbuat konfransında danışılmamalıdır. Burada Cavid Hüseynov səhvə yol vermişdi. Amma açıq sözlü olduğunu bir daha nümayiş etdirdi. Mən tək qalmışam, mənə dəstək olan yoxdur. Mən də Azərbaycan futboluna töhfə, xeyir vermək istəyirəm. Komandamız axırıncı yerdədir. Necə olacaq bizim vəziyyətimiz? Yəni yardım eləyən belə yoxdur. Sponsor deyir əlini çəkib üzərimizdən. Qışda da 2 futbolçu düşünürdük transfer eləyək. O da alınmadı. Bir mənalı olaraq klub rəhbərliyinə üzünü tutdu. Bütün fikirlərini bildirdi və mətbuat konfransından sonra
Hətta orada bir ifadə də işlətdi ki, mən bununla barışmayacağam, sonuna qədər savaşacağam, döyüşəcəm, çünki iddiam var. Mətbuat konfransı bitdi, heç 2 saat keçmədi, Səbail klubu rəhbərliyi Cavid Hüseynovu istefaya yolladı və istefaya yollayarkən də səbəb kimi bu çıxışları göstərmədi. Dedi ki, uğursuz nəticəyə görə, Neftçiyə məğlubiyyətə görə və ardıcıl bu uğursuz məğlubiyyətlərə görə Cavid Hüseynovu istefaya göndərdik. Verilişin əvvəlində dedim, toxundum. Bu düzgün yanaşma deyil. Yəni Səbail rəhbərliyi malalamağa çalışır burada. Fakt Cavid Hüseynovun bu çıxışına görə onu çıxartdılar. Onu kimsə sübut edə bilər, Nəyi? Mən dedim axı. Orada ola Bax, bilər ki, Səbailin bilirdi ki, çıxardırlar, ona görə bu çıxış elədi. Bu variantda ola bilər. Yox, Yəni bu yenə deyirəm, əgər qarşıdakı oyundan sonra, Kəpəz Səbail maçından sonra uğursuzluq olardısa, istefaya göndərilərdisə, bunu məntiqlə başa düşmək olardı. Neftçi məğlubiyyətindən sonra bu istefanın baş tutması, reallaşması. Niyə sən belə deyirsən? Neftçi ilə Səbailin nə fərqi var hal-hazırda? Deyirəm. Sənin əsas rəqibin Kəpəzdir, Sumqayıtdır. Sən əgər son ümid belə deyək kimi Kəpəzlə oyuna baxırsansa və həmin oyunda məğlub olandan sonra demək olar ki, elitadakı yerini itirəcəksənsə, o zaman istefaya göndərilə bilərdin. Bu məntiqlə yanaşıram. Və nəzərə alaq ki, biz nə danışırdıq burada? Cavid Hüseynov üslubu, Cavid Hüseynovun oyuna yanaşması, fərqlilik, Səbail döyüşürdü əməlli başda son oyunlarda. Hətta xallar belə alırdı. Yəni bu uğursuz nəticə fonunda atılan bir addım deyildi rəhbərlik tərəfindən. Sırf bu çıxışa görə. Ot püskürdü və bununla qarşıladı. Öz ehtimalla, yəni sənin öz ehtimal yox, hamı belə düşünür. Yəni görünən odur da, deyir. Görünən məşhur misal var, deyir. Görünən kəndə bələdçi ehtiyac yoxdur. Mən məsəl üçün belə fikirləşirəm ki, tutaq ki, belənsinə açıq bu mətbuat konfransında ürəyindən keçən, içindən gələn o şeyləri deməyində bəlkə də fikirləşirdi ki, məsələn, əvvəlcədən ola bilər ki, deyilsin ki, məsələn, ay Cavid Hüseynov, bu oyun Neftçi ilə qırılma nöqtəsidir, qardaş. Bu oyundan sonra ya qalacaqsan, məğlub olsaq gedəcəksən. O da məğlub olur, məsələn. Fikirləşir ki, onsuz da gedəcək və açıq mətbuat konfransında ürəyindən gələn o sözləri hansı ki, qorxmadan mərd belə hamının qabağında belənsin öz fikirlərini bildirir, deyir. Yəni, o da yəni ürək istəyir, o hər adam onu çıxıb orada elə deyə bilməz. Bunun qarşı tərəfində deyim də, əgər bir futbolçu, bir məşqçi klub tərəfindən uzaqlaşdırılırsa, istefaya göndərilirsə, ortada təzminat söhbəti də var. Düzdürmü? Bəli. Özün öz xoşunla istefa ərizəsini yazırsansa, həmin o təzminatı almırsan. Bəli. Düzdürmü? Düzdür. Bəlkə də bu amil də ola bilər ki, mən sözümü deyim, ən azı rəhbərliyə çox maraqlı fikirdir. Təzminat deyəndə hansı ilə çatdırım. Yox, mənim bu uğursuzluğun, mənim gəlişimdən sonra Səbailin uğursuzluğunu tək mənim adımla əlaqələndirməsin heç kim. Mətbuat, azarkeşlər filan. Sözümü açıq şəkildə deyim. Xoşları gəlmirsə göndərsinlər, təzminatımı da ödəsinlər. Vəssalam. O söhbət elə odur da. Yəni ki, o bəlkə də hiss edir, bilirdi ki, məsələn göndərəcəklər və içində yığılıb o sakit elə adi özünlə söhbət eləyəndə məsələn münasibətim var da, indi Cavid müəllimlə danışırıq, arada görüşürük. Məsələn, niyə belədir? Deyirəm, ay Cavid müəllim, belə bir komandan vurcu oynayır, nəsə bəxtiniz gətirmir, qol momentlərinə girirsiniz, şanssızlıqdır və yaxud da nədir? İndi mətbuatda o mənə, məsələn, mən yaxın olsam da belə, yəni mən bu şeyləri hansı mətbuatdan, konferansdan bildim belə. Yəni o qırağa, bucağa, yəni komandanın içində baş verən şeyləri zadı heç kim yanında, heç kim nəsə açıqlayıb, nəsə deyən deyil. Nəsə bir belə narazılıq şey eləyən deyil də, yəni ki, bu belədir, bu belədir, bu belədir, problemlər var. Yəni onu heç kim bilmir. Onu mətbuatdan amma bildik ki, məsələn, deyir, mən tək qalmışam. Deməli, o dərəcə baş məşqçi qardaş, sən tək. Patlama anına gəlib. Patlama anına gəlib də. Yəni ki, o da başa salır, fikrini izah edir. Deyir ki, qardaş, mən qalmışam tək, mənə dəstək yox. Komanda udur, məsələn, qalib gəlir, $500, 500 manat, məsələn, şeydir. 500 manat belə baxanda pul deyə, qardaş. Kimsə 500 manat maaş alır. Söhbət yox. O deyiləsi yer deyil də, mətbuat. Deyiləsi yer deyil, deyiləsi yer deyil. Onu qoyuram qırağa. Hə, onu qırağa qoyuram. Onu qoydum qırağa. Həmkarlarımız var ki, həmin mətbuat konfransında iştirak edən həmkarlarımız var ki, 500 manata ayır. 500 manatını mən onu demək istəyirəm. Yəni, 500 burada hamıda bildiyi başa düşür. Maaş alır cəmaat 500 manat. Yəni, hamı başa düşür ki, futbolçu o 500 manatdan əlavə maaşı da var. Yəni, bu söhbət premiyadan. O mükafat olmasa, ölən deyil acından. Yəni, amma məncə ümumiyyətlə Cavidin
Sabah ilə gəlməyi aşıbqa idi. Bu mənim fikrimdir. O vaxt keçəndə də bunu demişdim. Yəni baxa bilərsiniz bizim verilişlərə. Olsaydı köməkçi məşqçi işləyirdi qardaş. Şans da yaranır. Deyirlər ki, bəs Sabit müəllim, biz səni dəvət eləmək komandaya. Bu da məşqçilik kateqoriyasını oxuyur. Yox, Gələcəkdə bu razıyam. Amma sən məşqçi işləmək istəyirsən. Qurban Berdiyevin yanında işləməyə başlamışdın. Yəni məncə bir sezonu ən azından işləməliydin ki, yəni baxasan da, yəni bilsən nəyə çözdü. Bu sən olmanda. Mən iki məşq bu Qurbana baxdım, Qurban Berdiyevə baxdım. Ya Qurban deyəndə Qurban fikirləşərlər də. Yəni gəldim mən sənin məşqə gəldim, 2 dəfə baxdım. Ruslan Əmircanovun məşqlərinə. Ondan sonra gəlirəm özüm futbol məktəbi açıram, görmüşəm də nə edir də. Yəni buna çöndü. Bir, ikincisi sezonun əvvəlində belli idi ki, Sabah ilə Kəpəz. Yəni bu Sabah ilə hal-hazırda, yəni ondan bu məntiqlə biz barışaq. Mourinho da gəlsə, Sabah ilə yəni çətin nəsə dəyişsin Sabah. İndi yaxşı, sənin fikrini mən başa düşdüm, izah elədim, bildim. Yaxşı, bəs mən indi Qurban Berdiyevin yanındayam, köməkçi məşqçiyəm, işləyirəm. Dedim siz onun axırına qədər analiz eləyirəm, bütün məşqləri nətər keçir, necə oynayır, komanda necə rəhbərlik eləyir, hər şeyi praktika keçirəm yanında, doğrudan da onunla futbol sirlərini öyrənirəm. Və sabahlarım birisi gün 1 ildən sonra, 2 ildən sonra komanda məsələn Sabahın vəziyyəti pis idi. Həmin o dövrdə Zabit Hüseynovu gətirməyib, başqa kimsə məşqçini gətirəcəklər. Qurban Berdiyevin yanında Ruslan Abuşov işləyir. Sən bilsən də mən yəni o şanslar yaranacaq. Zadı olsaydı mən nə? O söhbətə girməyim. Məşqçi işi riskdir. Başa düşürəm. Yəni bu adam bu Şamaxıda işləyib, Cəbrayılda baş məşqçi işləyib, şanslı gəlib düşüb deyib ki, qardaş mən işləmək istəyirəm, oxuyuram kateqoriyanda. Mən sənə bu situasiyanın başqa tərəfini deyim. Sən qoymursan fikrimi izah eləyim, indi mənə başqa tərəfə vurursan. Sən oturmusan Turanda, düzdür? Qurban Berdiyev kimi məşqçinin yanında otur. Elə adam var ki, razılaşır ondan, yanında oturum, yanında örgənim, baxım köməkçi kimi işləyim. Elə adam da var ki, deyir, qardaş mən istəmirəm köməkçi, mən şans yarar, mən gerim baş məşqçi işləyirəm. Turanda bir dənə Zabit Hüseynov kimi gənc mütəxəssis buna razılaşmayıb, gəlib baş məşqçi olmaq istəyir. Bəli. Yunus Hüseynov kimi Azərbaycan futbolunun əfsanəsi Qurban Berdiyevin yardımçısı olmağa razıdır. İndi çünki Yunus Hüseynov bilsən nə fikirləşir? Cavidin fikirləşmədiyi şeyi. Nəyi? Onu deyirdim mən. Sən otur, onu deyirəm də. Hə. Oturmuşsan Qurban Berdiyevin yanında. Bəli. Çox böyük ehtimal ki, birincisi öyrənirsən, futbol sirlərini öyrənirsən. İkincisi çox böyük ehtimal var ki, Avropada oynayacaq, gedib Avropa təcrübəndə olacaq bir məşqçi köməkçisi kimi. Üçüncüsü də ən vacib amil. Sən Qurban Berdiyevin yanında oturmuşsan, onun köməkçisisən. Təbii ki, Qurban Berdiyev ömrünün axırına qədər Turan Tovuzun məşqçisi olmayacaq. 1 il, 2 ildən sonra çıxıb gedəcək. Bu gedəndən sonra da çox böyük ehtimal var ki, hələ sənə ehtimal yoxdur. Bir dəqiqə deyən də niyə görə yoxdur? Onun yerinə gələcək Zabit Hüseynovu qoyacaqlar bu köməkçi, baş məşqçi. İkincisi, əlbəttə Yunus Hüseynov da onu garantiya verir sənə. Komanda klub rəhbəri deyirsən. Özün deyirsən ki, futbolda garantiya yoxdur. Deyirsən ki, bilirəm da. Yəni burada mən dediyim bəlkə gəlib partladacaq deyəcək elə Sabahı mən düzəltdim işləyəcək. Mən dediyim situasiyanın tutma ehtimalı gəlib Sabahildə nəyəsə nail olmaqdan nəsə qazanmaqdan daha şeydir. Bir, ikincisi yenə sezonun ortasında da yox, əvvəlində deyim ki, Araz Naxçıvandan təklif gəldi, Sabahdan təklif gəlib. Sən bilirsən ki, bu komandalar iddialıdır. Deyirsən ki, mən bu şansı buraxmayım. Birdən mən getmədim ora. Araz Naxçıvan çempion oldu, ya da kuboku götürdü, ya da Avropaya getdi. Oturub başımı divara döyəcəyəm ki, vuracağım ki, şans var idi əlimdə, getmədim. Azərbaycan çempionatında sən özün fikrində, sən bax deyirsən. Yox, mən atamın fikrini deyirəm, öz fikirlərini. Sən öz fikrini deyirsən, izah edirsən ki, sən olsaydın tutaq ki, onun yerində mən belə eləyərdim, gözləyərdim da özün. Bax sən özün məşqçi olsaydın, özün o köməkçi qalacaqdın da, məsələn, belə çıxıb fikrinə ki, Qurban Berdiyevin yanında biraz başqa cürdür. Mən deyim, mən ömür boyu hansı prinsiplə işləmişəm. Sonuncu gedən komandanın lideri olmaqdansa birinci yerdə komandanın adi üzvü olmaq mənim üçün daha məqsədə uyğun olub. Mən komandla oyunçuyam. Onu bildim. Komandada da komandalarda oynamışam. Yəni məndə heç vaxt ambisiya olmayıb ki, hansısa komandada iştirak edirəm. Mən burada hamıya göstərməliyəm ki, tutalım, ssenari mən yazıram, komandanın lideri mənəm.
Olmayıb belə şey. Sabah. Bir sən nətərdə Ali futbolda biraz fərqlidir qardaş. Sən gəlib məsələn baş məşqçinin köməkçisi işləyirsənsə, onun böyük təcrübəsi var. Qurban Berdiyevin biz yəni futbol biliyinə, nəsə nəticələrinə yəni belə baxıb, "Vau, ancaq belə eləyə bilirik." Və onun yanında köməkçi işləmək də doğrudan da yəni şey deyil. Plan müəllimi köməkçisiyəm. Sən yəni orada nə ulduzun, nə paqonun düşür, nə azalmır, rütbən azalmır. Başa düşürsən? Etalon deyil. Fərqli şeylər deyirsiniz ha. İndi qulaq as, nə Bu deyirəm? yaxşılığından sizə pisliyindən ha. Yox, onu demirəm. Mən nə deyirəm? Yəni köməkçi, yəni sən işləyə bilərsən. öyrənməlisən. Guardiola'dan, Jurgen Klopp'dan, Ancelotti'dən getmir də qardaş. Qardaşım Guardiola'nın köməkçisi Azərbaycanlı ola bilər hazırda. Yox, amma Qurban Berdiyev kimi məşqçi gəlib də bura öyrənin də. Öyrənir də. Və söhbət ondan gedir ki, elə adam var, məşqçilər də fərqlidir qardaş. İnsanlar fərqlidir. Mən işləyirəm yanında 3 ay, 5 ay. Mənim 1 il Paşti Şamaxıda işləyib o, 1 il. Vışşı Liqa ən azından təcrübəsi var. 1 il Cəbrayildə işləyib Vışşı Liqada, 2-ci divizionda çıxardıb 1-ci diviziona təcrübəsi var. Və bunun yanında işləyə buna təklif gəlirsə deyirlər, Cavid, səni istəyirik Sabailə gətirək qardaş. Səni cavansan, perspektivlisən, ambisiozlusan, səni istəyirik bura. Sən özün qərar ver. Ya orada qal, gözlə ginən ki, Qurban Berdiyev sezon bitənə qədər oradadır. Gələn il komanda lap yaxşı düzələcək. Gələn il təzədən yenə oynayacaqlar ki, qalsın burada bizə futbol şeylərini öyrətsin, futbol sirlərini bildirsin. Qurban Berdiyevdən nəsə götürək. Sən qalıb 2 il onun yanında nəsə öyrənib köməkçi kimi. Sabah bunu göndərib gedəndən sonra bax klub rəhbərliyi görəcək ki, Tovuzu daha da biz irəliyə aparmalıyıq. Cavan Cavid Hüseynovu qoyaq Qurban Berdiyevi göndərəndən sonra. Yoxsa gedək təzədən şeyi gətirək. Nədir bu? Krasnodara qayıtdı. Murat Musayevi gətirək. Əgər Avropa nəsə şeyləri istəyir. Həndini qaytarır. Yəni sənə qaranti heç kim vermir ki, sən köməkçi ola bu məşqçi buradan gedəndən sonra sənə indi bunu verəcəklər. Hansı ki Cavid getdiyində yerinə Elvini qoydular müvəqqəti. Mən qarantiyadan danışıram. Mən onu demirəm. Yəni buna şans Mənim fikrimcə. Cavid oradan gərək qalardı. Addım atıb da yəni gəlməyə. Bəs söhbətin əvvəlində də Primotkaya basın baxın. Mən məncə dedim. Mən demədim ki, sən deyirsən onu demək. Cavid aşıq eləyib. Mən deyirəm məncə eləyib. Mən Cavidin yerinə olsaydım, yəni belə şans olsaydı yenə təkrarlayıram. Biraz sən belə eləyərdin. İlk beşlikdə təklif gəlsəydi onu dəyərləndirərdim. Amma Sabah üçün yəni buna dəyməzdi. Bizə təklif gəlmək də absurd bir fikirdir də, yəni. Yəni indi Sabahla da gələndə yəqin buna nəsə bir vədə verirlər. Komanda belə eləyəcək, yaxşı olacaq, vəziyyəti pis. Cavid ara gedəcək. Cavid heç ara indi. Cavid ara gedəcək. Qalıb elə ki belə. Bəlkə qayıdacaq təzədən Tovuza. Onun yerinə Elvin Məmmədov. Mən götürməzdim onu. Sezonun ortasında demək olar da. Sezonun ortasında sən öz ambisiyalarına görə, öz şəxsi ambisiyalar sözün yaxşı mənasında təbii ki. Sən məni atırsan yarı yolda, gəlirsən ki, davay eyvallah işimizlə məşğul olun, mən başçı məşğulam. O indi biri var sağollaşanda elə sən deyən kimi çıxardıblar. Çünki işdən çıxardıblar onu. Getmirsən də işdən çıxardılar. Ha, işdən çıxardılar səni. Gəlirsən deyirsən ki, ha qardaş, fikrim dəyişdi. İnan çapaldı yalan, yəni özüm şey. Yəni belə söhbət yoxdur. İnanmıram Cavid özü qayıtsın ora. Səbail mövzusunu yekunlaşdıraq. Səbail sizcə artıq bu gedişatla demək olarmı ki, artıq elitanı tərk eləyən Səbail olacaq? Elvin Məmmədov bu vəziyyətdən çıxara bilərmi? Düzdür, təyin olundu baş məşqçi postuna və dedi ki, biz qalan oyunlarımıza maksimum final maçı gözü ilə yanaşacağıq, baxacağıq və xallar qazanıb elitədə qalmağa çalışacağıq. Düzdür, bu bir məşqçinin bu cür fikirlər səsləndirməsi normal bir şeydir, yaxşı bir haldır. Amma görünən odur ki, Səbail növbəti mövsümdən 1-ci liqada oynayacaq. Yəni görünən odur, düzdür. Sən əvvəlcədən belə deyirik, yəni heç nə də görünən zad deyil. Dəyişə bilər. Dəyişəcək qardaş. Təzə məşqçi gəlir, təzə nəsə. Düzdür, indi Cavid müəllimin köməkçisi idi, Elvin Məmmədov da 17-də işləyir. Amma nəzərə almaq lazımdır ki, Səbaildə Cavid gələnə qədər də işləyirdi, 19 yaşlılarda işləyirdi. Yəni o gələndən sonra onun məşqçisi. Hətta gələnə qədər bir oyun onu çıxarmışdı komanda. Bəli. Və özdə hansı oyunu yaxşı oynadılar, bilmirəm, uduzdular, hesabda irəliyə keçdilər. 3 uduzdular, yoxsa 2 uduzdular, məsələ belə bir şey. Yəni söhbət odur ki, qardaş, sona qədər çempionatın son oyununa qədər, yəni Səbail komandası istəyir, o olmasın, mən gedim, mən olmayım, başqa kim gedir
gedir getsin qardaş. Yəni o məşqçi elə də danışmalıdır, elə də əlini qolunu salıb. Əlini qolunu salıb təslim məğlubiyyətlə barışmayacaq. Əlbəttə ki, qardaş, bütün oyunlara da çıxacaq. Samir Abbasov yenə də mətbuat konfransında diqqətləri üzərinə cəlb elədi. Qalib gələn komandanın məşqçisinə sual verilir ki, həmkarlarımızdan biri tərəfindən ki, mövsümün sonunda hədəflərinizə çatmasaz, istefa yazacaqsınızmı, istefa ərizəsini yazacaqsınızmı, gedəcəksizmi? Bu sual Samir Abbasovu özündən çıxardı. Siz mənim istefa verməyimi istəyirsiniz, mənim getməyimi istəyirsiniz. Sizin bu fikirlərinizin arxasında nələrsə gizlənir, nələrsə dayanır. Mən buna 100% əminəm deyir. Özündən çıxdı. Mən gələndə 5 xal qazanmışdı Neftçi. Mən gələndə Neftçi neçənci yerdə idi. İndi neçə xal toplayıb. Biz yarım finaldayıq. Hələ kubok iddiamızı davam etdiririk. Qalib gəlmə ehtimalımız var. Hətta riyazi cəhətdən bizim 4-cü yerə çatmaq şanslarımız da var dedi. Amma bax bunlar yaxşı bir şeydir. Əslində belə danışmalıydı. Bir baş məşqçi ümumiyyətlə pro kateqoriyalı mütəxəssis imtahan verəndə, ümumiyyətlə o dərəcəni alanda burada jurnalistlərlə söhbət də var, azarkeşlərlə ünsiyyət də var, futbolçularla ünsiyyət də var, klub rəhbərliyi ilə necə danışmaq lazımdır, hamısı var. Yəni hamısı götür-qoy edilir. Samir Abbasov da bu ciddi problemdir və neçə oyundur, neçə mətbuat konfransıdır biz bunu görürük. Həmkarımız sənə sual verə bilər. İstənilən formada verə bilər. Düzdür, mən də etiraf edirəm ki, o mətbuat konfransına belə deyək, aid o sual deyildi. Yəni oranın yeri deyildi. Başqa formada bəlkə də ünvanlamaq olar, amma eyni tərzdə... O sualın qəbahəti nədir? Tamamlayayım. Eyni tərzdə Qurban Berdiyevə də uduzduğu oyundan sonra, Sumqayıtı uduzduğu oyundan sonra da eyni tərzdə Qurban Berdiyevə sual verirlər ki, mövsümün sonunda tərk eləyəcəksizmi komandanı, Avrokuboklara düşməsəz, indi kubokdan artıq vidallaşıb. Avrokuboklara düşməsəz, tərk eləyəcəksiniz, gedəcəksiniz, deyib, yox, növbəti mövsümdə də mən burada qalacağım. Sadə, sakit şəkildə deyib. Düzdür, Samir Abbasov da, yəni peşikarcasına yanaşmalıdır işinə. Belə hay-küylə, qalmaqalla, nə bilim, kiməsə etiraz, kimlərəsə etiraz eləməklə, qardaş, ilk növbədə sən o suala sakit, təmkinli şəkildə cavab verməliydin. Gülərək, ironiya ilə. Yox, bilmirəm. Qardaşım, bilmirəm. Yaxşı məsələyə toxunur ki, siz və sizin kimlər verilişlərdə, yazılarınızda, pozlarınızda dəfələrlə deyirsiniz ki, bir klub bir neçə dəfə məşqçi dəyişməli deyil il ərzində, məsələn 2 il ərzində. Tez-tez məşqçi dəyişir. Əgər pis məşqçidirsə nəticədə yoxsa elə bilmirsənsə okeydir. Amma yəni o söz hara, o cür yanaşma hara və demək hara ki, mövsümün sonunda Neftçi istədiyinə, hədəfinə çatmasa siz istefa verəcəksiniz. Lap yaxşı, bu sual verildi. Qardaş, normal şəkildə cavab ver də. Mənim müqaviləm var. Necə ki, Rüstəm Əfsərli yekunda dedi. Samir Abbasovun hələ müqaviləsi var. Hələ mövsüm bitməyib. Kubok iddiası davam edir. 4-cü yerə çıxmaq şansımız var. Mövsümün sonunda nəticələrə baxıb yenidən götür-qoy eləyəcəyik. Bu normal bir şeydir. Amma ki, daha qayıdıb deyəsən ki, siz mənim getməyimi istəyirsiniz. Bu nə sualdır? Nə bilim, mən burada hər dəfə olanda özümə səbir diləyirəm. Mən bilmirəm hansı formada cavab verim. Yəni bu cür danışıqlar məşqçinin özünə imacinə... Mən deyim də hansı formada danışdın da. Birincisi, Samirə mən məşqçi kimi hörmət edirəm, çox xoşuma gəlir məşqçilik. Amma yəni bu söhbət ümumiyyətlə düzdür. Mən gələndə komanda 5 xalı var idi, indi mənim neçə xalı var. Biz gəlin statistikaya baxaq. Onun üçün gəlmirsən də. Yox, birincisi təbii ki, onun üçün gəlmirsən. İkincisi, statistikaya baxsaq, Samir Abbasov gələndən sonra Neftçi turnir cədvəlində özündən yuxarıda olan komandalara qalib gəlmir. Bir dənə zirəyə deyəsən qalib gəlib. Sənin xal yığdığın komandalar hamısı səndən aşağı, qalib gəldiyin komandalar hamısı səndən aşağıda olan komandalardır. Yəni sən bunları udmalıydın. Üstəlik Kəpəzə də uduzmusan, Sumqayıta da, yəni bu söhbətlərə girməyək. Bu bir. İkincisi, Samirə bir qardaş kimi məsləhət görərdim ki, yəni bu şeylərə biraz daha
rahat yaxınlaşsın. Sən məşqçisənsə, sənə bu suallar verilsən, bundan 5 bətər Bundan suallar ağır suallar da verilə bilər. Əlbəttə. Yəni orada yenə deyirəm, bir qardaş kimi deyirəm. İstənilən xoşuma gəlməyən suala əsəbləşmədən gülümsəyərək deyə bilərsən ki, qardaş, mən buna cavab vermək istəmirəm. Orada elə ixtiyarı var məsələn baş məşqçinin mətbuat konfransında. Mən bu barədə danışmaq istəmirəm. Tutaq ki, deyirsən ki, qardaş, mən bu yerdə danışmaq istəmirəm bu Normal, o qədər olur. Suallar da mətbuat konfransında verilən suallar elə suallar olmalıdır ki, əslində. Yəni düz deyil, lüboy sual sənə verə bilər o jurnalistlər də ki, elədir ki, bu dəqiqə Yox, jurnalistə də sensasiya lazımdır da. Bunu zəif yerdə tutublar. Samirin zəif yerini izah eləyim də. Bundan qabaqki turda getdilər Gəncəyə uduzdular Kəpəzə 1-0. Orada jurnalist qayıtdı buna sual verdi ki, Samir müəllim, Bilərəkdən siz gedib deyirlər ki, siz gedib Kəpəzə bilərəkdən uduzmusunuz 1-0. Suala bax bir dənə. O da bilir ki, o da bilir ki, Samir Abbasov partlayıcıydı. adam yəni ki, sözü üzə deyəndi, bunun xarakterini bilirik ki, məsələn, elə bil Samir müəllimin beləsinə jurnalistlərə hansı ki, belə qızıqlandırıcı suallara qarşı verəndə o adamda ki, immunitet yaranır, bildin nətər? Şey eləmirsən, nol vнимание edirsən ki, yenə belə sual verir, problem yoxdur, versin. Bilirlər ki, məsələn, Samir müəllimi bu dəqiqə qızışdırası olsaq, nəsə çıxardıb, bir dənə nəsə elə bir söz deyəcək ki, jurnalistə də sualdan bu partlayacaq bir həftə bu rezonans, bütün hər hamı bu sualdan danışacaq, bu şeydən danışacaq və orada da həmin o jurnalistin adı çıxır. Jurnalist öz verdiyi sualını baha satır və saytlarda yazılanda deyirlər ki, filankəs verdi sualı. Bu gör nə qədər 37.500 nəfər oxuyub bu xəbəri. Bu da reyting qazanır. Bilirlər ki, Samir müəllimə belə sual versələr, bu da interesli cavab verəcək, başa düşdün? Mən sənə bax, adım Təzdən indi gəlir deyir ki, növbəti oyundan və bundan 5 bətər suallar olacaq. 5 bətər dəli suallar verir. Ədəb yəni ki, Samir müəllimi mən də tanıyıram. Futbolçu kimi də nətər çılğın idi. İndi məşqçi kimi də bilirlər ki, bu adam nəsə deyəcək. Bu sualı ona verirlər. Bundan qabaq şeyin də nəticələri pis idi də. Luis Enrique'yə də verirlər o sualı. Luis Enrique'yə də sual verirlər. PSG məşqçi deyir ki, qardaş, yox, mən istefa verməyəcəm. Mən getmirəm, mənim ambisiyalarım var. Biz çalışacağıq ki, düzəldək və yaxud da neyini. Yəni, əslində belə o vaxtı rəhmətli Böyükağa müəllim Hacıyev Neftçidə suallar verirlər mətbuat konfransında, interesli çıxışlarından. Sualları şirin olur. Şirin özdə indiyə kimi girirsən, YouTube'da baxarsan, ləzzətli. Yəni, hamı istəyirdi ki, Böyükağa müəllim görüm, bu dəfə nə cavab verəcək. Samir Abbasovda agresiya hiss olunur. O çünki nəticə komandada bu dəqiqə ürək açan deyil. Komanda bu dəqiqə hamı Neftçi flaqmandır, Neftçi tarixin komandasıdır. Neftçidən çempionluq, Neftçidən Avrokuboklara gedib düşmə bilsən necə gör. Yeri gəlmişkən vallahi demək istəyirdim. Gözləyirdim deyəsən ki, Neftçinin 88 yaşı tamam oldu. Maşallah. Təki böyük uğurlar olsun. Neftçi əvvəlki flaqman adını qaytarsın. İnşallah da qaytaracaq. Yəni çempionluqlar və Avrokuboklar. Söhbət ondan gedir ki, bu boydana qalib gəldilər. Bu burada səfərdən getdilər, 3 qol götürdülər. Gözəl də oyun göstərdilər. Baxımlı qollar da vurdular. Bu cürə oyun qaldı qıraqda. Təzədən həmin o verilən sual, yəni ki, Neftçinin nəticəsi qazandığı o xal doğrudan da o şeyə qələbəsinə sevinmədiyi adam. Başladı şeydən danışmaq. Adam mətbuat konfransından şu qanı qara getdi. Adam qələbəsinə sevinə bilir. Eyni qələbələ gedir. Sual da gərək sual ola da. Özü verib də. Formada ola bilər. Samir özü verib bu səbəbi də. Samir ilk gündən Neftçiyə bəlkə Sumqayıtda da artıq bunu göstərmişdi. Bu jurnalistlərə deyib ki, qardaşım, mənə neudobno sual versəz, mən əsəbləşirəm. Jurnalistə nə lazımdır? Gələcək deyəcək ki, salam Samir müəllim, qələbə qazandınız, təbrik edirəm sizi, xoşbəxtsiniz, bəli, çox sağ olun, gedim saytda yazın bunu. 6 nəfər oxuyursan xəbər. 6 nəfər onda bizə nə? Var ki, elə 6 nəfərdən atası, anası, Kamrandır, qardaş. Hə, də. Yox, belə deyil, sən səbəb vermisən. Yəni, yenə deyirəm, bu məşqçi Mizini adamdır. Mizini adamdır. Hər oyundan sonra məşqçi, mənim bildiyimə görə Azərbaycanda da bu tətbiq olunub da. Yəni bu kontraktda yazılır ki, hər oyundan sonra press konferensiya verməlidir məşqçi. Verməsə cəza ödəyir klub. Sən çıxıb orada danışmaq məcburiyyətindəsən. Sən uduzmusan, fərqi yoxdur. 15-0 vurublar sənə.
klubun prezidentinə deyirsən ki, qardaşım, mən öz cibimdən ödəyərəm cəzanı. Mən danışasa halım yoxdur. Onu başa düşərəm. Qalib gəlmisən, çıxmırsan, sənə sual verilir. Prosta sən silah verdin onlara, Samir, silah verdin. İndi bundan da 5 bətər şey. Yox, bu əvvəlki mətbuat konfranslarına baxırıq. Ağdadaş Salyanskini yəni durduq yerə lazımsız şəkildə öz yerli futbolçusunu tənqid elədi. Başqa bir mətbuat konfransında istərsəməz qıcıq oyadır. Başqa mətbuat konfransında Yuri Matias hamının tənqid elədiyi Yuri Matiası tərəfləyir, örnək nümunə kimi göstərir. İstərsəməz bu danışıqlar partlayacaq da, mediada da partlayacaq, azarkeşlərdə də partlayacaq. Samir Abbasov bu dəqiqə ölkədə ən yaxşı məşqçi olan 2-3 mütəxəssisdən biridir. Bəli. Yəni bunu etiraf eləmək lazımdır. Yəni Qarabağın o hegemonluğuna belə son qoyan adamdır. Və yəni, ona görə gələn amma öz danışığında da, mətbuat konfransında necə davranmalıdır, necə çıxış eləməlidir, bunun üzərində işləməlidir bu adam. İşləməlidir. Səbir diləyirəm Samir müəllimə məndə. Təbii, səbir və uğurlar. Onu da qınamıram, çünki o boyda yükün altına girib azdan çoxdan indi komandanı dirçətməyə çalışır, istəyir ki, komanda uğurlu nəticə əldə eləsin və Gah deyir, çıxıqları söndürün, xanımları çıxardın danışaq. Ondan qabaq idi da. Yəni ondan nəsə suallar verir. Yəni dəfə nəsə bir şey çıxır da mətbuat. Komandanı düzəldir deyənə deyirəm. Komandanın nəticəsi qələbə qazanır. Qələbə qazanmağı da kiminsə gözünə daşı çox görsənir. Onu qoyurlar qulağa deyirlər, davayı sualları part-apart verir, adamı qızır. Deyirəm də Neftçi cəmiyyəsi heç qələbəyə ürəklə sevinmədi. Hamı Samir Abbas, günü bu gündə də biz oturmuşuq Samir Abbasovun danışıqlarını müzakirə edirik. Niyə də? Ona görə məncə Samir sezon sonu çıxıb gedəcək. Səbirli olmalıdır, amma yenə çıxıb gedəcək. Yox, məncə Samir gələn sezon Neftçidə olmayacaq. Samir Abbasov məncə gələn sezon. Ya o məntiqlə Neftçidəki son illərdəki iş prinsipinə əsaslansaq, yəni bunu demək əsas verir ki, Neftçidə bir məşqçi, ümumiyyətlə Neftçi tarixində bir məşqçi 2 il və 2 ildən artıq çox nadir hallarda 3 ya 4 məşqçi işləyib. 88 illik klubun tarixində 3 ya 4 məşqçi 2 il və 2 ildən artıq Neftçidə işləyib. Neftçidə belə bir uzun müddətli stilistikadır. 88 fəaliyyətinə rast gəlinmir, qardaş. Yoxdur elə bir şey. Yoxdur. Yəqin ki elə çempion olan illərində də hələ o vaxt elə idi. Gedə gəldi bir ara. Gedə getdi. Ondan sonra Böyüyağa Ağayev oldu 2009-da. Sonra Böyüyağa Ağayev getdi. Ondan sonra gəldi Pamoymu Arif Əsədov çempion elədi. Şeyi keçə bilmədik, Dinamo Zaqrebə keçə bilmədik. İstefa verdi. O getdi, Böyüyağa Hacıyev gəldi. 2 il dalbadala çempion elədi. Ondan sonra indi səhhəti ilə bağlı gəlin Arazdan da danışaq biraz. 6 saatdır efirimiz gedir. Araz Naxçıvan Şamaxı, Araz Naxçıvan yenə xal itirdi. Yenə xal itirdi. Bu uğursuzluqlar nə ilə əlaqəlidir? Biz əvvəlki buraxılışlarda da toxunmuşduq. Hücumçunun yoxluğu, hətta Elmar Baxşıyev mətbuat konfransında dedi ki, biz 7 oyunçumuzun xidmətindən yararlana bilmirdik. Felipe Santos cəzalı idi, bu bəlli idi. Ramo Machado yox idi. Başqa zədəli futbolçular da var idi. Şamaxını məğlub edə bilməmələri ümumiyyətlə 2 fərqli hissə oldu. Şamaxı da fasilədən sonra çox yaxşı tərəfdən özünü göstərdi. Ayxan Abbasov amili yenə də özünü burada təsdiqlədi, göstərdi. Çünki bizə necədir İsmail baba, Şamaxı komandası bu dəqiqə bəlkə də ən yaxşı o seriyasını tutub, hansı ki 2 oyunda ya 3 oyunda məğlub edir rəqiblərini. Bir dənə də deyəsən heçəcəsi var. Bir dənə rezultata baxsan biləcəksən. Ya 2 oyunda Toronto-Vuza məğlubiyyətdən sonra 2 ardıcıl qələbə qazanmışdı və indi də Arazda 7 xal götürüb. 7 xal götürüb. Belə baxanda yəni komandada indi baş məşqçinin də işi göstərir Ayxan müəllimin, söhbəti yox. Yəni Şamaxı komandası da heç vaxt yəni Padarka komandası olmayıb ki, gedim kimsə rahat şəkildə gedib udacağam. Yaxud da elə bir rəqib deyil ki, asanlıqla məğlub olsun. Son nəfəsə qədər mübarizə aparır. Yəni Araz Naxçıvan da belə götürəndə hansı ki bu qış fasiləsindən bu yana hansı ki zədəli futbolçular ortalığa çıxandan sonra 7 futbolçusu var ki, bu dəqiqə yəni komandada baş məşqçi onların köməyindən yararlana bilmir.
O da Ha, çempionata istər-istəməz. başlayanda Sən indi lider bana adi məsələn başladılar. deyirsən, Sonra ikinci oldular. İndi düşüblər üçüncü yerə. çünki sən Qışdan heyət güclənə bilərdi də əslində. Vallahi nə bilim indi komanda məsələn məşqçidir, rəhbərlikdir, kimisə gətirmək istəyir, kimisə gətirmək istəmir və yaxud da baxırlar görürlər ki, elə bu sastavla normal gediriksə, niyə də artıq xərc çəkib kimisə futbolçu gətirsin. Bu sastavdan hara gəlirlər? Yanvarın 26-sı axırıncı qələbə olub. Kuboku mən saymıram. Yanvarın 26-sından yanvar, fevral, mart 2 ay keçib Ondan sonra da qələbə yoxdur komandada. Travma zədələndir. Başa düşürəm qardaşım. Bəs bunu yanvarda fikirləşərdiniz də. yanvarda özü fikirləşə bilmirsən də onu. Yox, qış Oradan fasiləsində. sonuncu qələbə Neftçi ilə oyunda olub. O da yanvarda. Bilirəm də yanvarın Bu 26-sı. tərəfə elə Ondan bu yana qələbə yoxdur qeyri çempionat. stabil. Amma yenə də belə deyim, oyununda məsələn nəsə bir gedişatında, nəsə bir axsama olsun, yəni elə bir şey yoxdur da. Sadəcə olaraq yenə də futbolçuların əlində olan o materialı hansını ki istifadə edə bilmirsən. Və məsələn bayaq Qarabağdan danışdıq. İki futbolçu yox idi, Nərimanla Musa ilə Elvin. Çıxdı Gəncə ilə məsələn heç oynadı, amma belə baxanda O indi müəllim də başqa- deyir ki, o mənim başqa- iki dənə futbolçu Başqa məndə yoxdur. vəziyyətdir də. Məsələn, İki futbolçu həftənin yoxdur. Bir də var, hazırlığı sənin- başqa, qarşıdakı oyuna hazırlıq çərçivəsində sən həmin futbolçulardan istifadə eləyirsən, planında var həmin futbolçuları meydana çıxarmaq və s. və s. Amma Elmar Baxşıya bilir axı uzun müddətə bu futbolçular yoxdur. Uzun müddətə bilə bilmirsən də sən. Machado'dur, zədələnir qardaş, ayaq bilə zədələnib, fikirləşirsən, təxmin edirsən ki, məsələn bu maksimum bunu çəkər 20 gün. Məsələn, Felipe Santosun o qırmızısından sonra bilirdi ki, heç oyun olmayacaq. Ay sağ ol. Ona görə də alternativ başqa futbolçulardan buraxır. Başqa futbolçu da sən Heyətin kasadlığı Ay, demək istəyirəm də. söhbət- Yəni qışda Ha. heyət güclənə bilərdi. Sən Bilərdi, iddian indi- Avrokuboklara düşməkdirsə və yaxud indi baxırıq ki, yarım finalda da kubokda. Baxmayaraq Qarabağlandır. Sənin kuboku qazanmaq ehtimalın da var ki, heyətin güclü olmalıdır. Ehtiyat qüvvən güclü olmalıdır. Qış fasiləsinə neçənci yerə getdi? Araz Qış Naxçıvan. fasiləsində ikinci idi. İkinci yerə getdi. ikinci yerdən. Yəni sən qış fasiləsinə ikinci yerdə girirsənsə, sən artıq başa düşürsən ki, sənin ambisiyaların var. Bəli. Biraz nəsə ehtiyat üçün bir-iki dənə də oyunçu alınsaydı, məncə məqsədə uyğun olardı. Həmin o ərəfədə Allah gəldi komandaya. Hansı ki Qəbələdə Bir-iki dənə də əlavə deyirəm. O gələnlərdən əlavə. Və onun da nəticəsidir ki, milli komandaya bir futbolçu belə çağırılmadı Araz Naxçıvandan. Düzdür, Elmar Baxşıyev deyir ki, çağırılmalı idi əslində Araz Naxçıvandan futbolçular. Amma bu toplantıya bir futbolçu belə olsun Araz Naxçıvandan cəlb edilmədi, çağırılmadı Fernando Santos. Belə baxanda məsələn başqa komandalardan da çoxdan çağırılanlar var idi. Məsələn Zirədə Qismət var idi, Əliyev. Hansı ki məsələn neçə vaxt çağırılır, bu dəfə çağırılmadı. Qismət Aliyev. Aliyev. Yəni Mustafa hansı ki bizim Araz Naxçıvandan Mustafa çağırılırdı. Çağırıldı. Yəni ola bilər ki, indi baş məşqçidir da təzə futbolçuları çağırır kimi. Gəlin etiraf eləyək də Azərbaycanda təəssüflər olsun, çox böyük təəssüflə bunu deyirəm ki, Azərbaycanda futbol üzrə milli komandaya çağırılmaq, yəni göstərici deyil. Hal-hazırda ki, millidən söhbət gedir. Yəni söhbət oyunçulardan getmir, söhbət ümumiyyətlə Azərbaycan milli yığmasından gedir. Yəni Azərbaycan Avropanın deyil, nə edirsən? Yəni kim istəyirsən çağırıla bilər o mənada. Yox, çağırdılar, nə dəyişəcək sənin həyatında, çağırmadılar, nə dəyişəcək. Çağırdılar. Futbolçu üçün dəyişən çox şeylər var. Millinin oyunçusu olsan, millinin oyunçusu formasını Avropanın ən zəif divizionuna düşmüşük. Məndə ora onu neynəsin bu hansı klubun futbolçusu? Şamaxı Ayxan Futbolçuya demirəm, mən deyirəm ki, futbolçu üçün əvvəl deyəndə ki, mən bilsəm ki, mənim milli yığmam yaxşı, yəni səviyyədə oyun göstərir, yaxşı yerlərdə oynayır. Mən özümü cıraram ki, özüm mənim milliyə dəvət eləsinlər. Bu milliyə dəvət elədilər. Mən San Marino ilə oynadım. Nə fərqi var? Oynamadım. Gibraltar. Yavaş-yavaş milli söhbətinə gəlirik. Şamaxı yeri gəlmişən Ayxan Abbasovla bağlı qərarını verib. 44 yaşlı mütəxəssislə gələn ilin mövsümün sonuna qədər müqavilə uzadılıb. Eyni zamanda Ayxan Abbasov AFFA-nın qərarına əsasən U21 milli komandamızın yeni baş məşqçisi postuna. Mən başa düşmürəm də. AFFA-nı valla mən öldür məni başa düşmürəm. Müqaviləyə qol çəkib, artıq U21-in
heyətini də çağırıb, futbolçuları cəlb eləyib Ayxan Abbasov. Bu təyinatı necə dəyərləndirirsiniz? Bir əldə iki qarpız tutmaq misalı. Yaxın keçmişdə biz bunu Qurban Qurbanovun timsalında da görmüşdük. Milli komandada və Qarabağda işlədi. Çox qısa müddətdə baş verdi bu proses və uzaqlaşdı milli komandadan. Və deyir ki, çox istəyərdim ki, Santuşla mütəmadi olaraq əlaqəmiz olsun, söhbətimiz olsun. Şamaxını biz bilirik ki, yerli və gənc futbolçulardan qurulub. Bəlkə də bu Ayxan Abbasovun işini asanlaşdıracaq. Çünki Şamaxıdan... İndi deyirlər Şamaxını baz eləmək istəyirlər. Prosta Ruslanın yadında olar. Ruslanın yadında olar. Bizim yaşı yəni 50-yə yaxın olan tamaşaçılarımızın da yadında olar. 90-cı illərin sənin yadında deyəndə ki, xəbərim var 100% bu söz. 90-cı illərin əvvəlləri idi, ortaları idi. Azərbaycanda yəni idi də, yəni futbol yeni başlayırdı. Misal üçün burada Balqaristanın Lokomotiv Sofiyasını misal üçün burada 2-1 zordan udurduq Neftçi. Gedirdik orada 7 dənə gol buraxırdıq onlardan misal üçün. Belə momentlər idi də. Bir tur keçmək bayram idi. Kimsə bu fitvanı verdi, söhbət düşdü aralığa ki, Azərbaycanda super klub yaradaq və millini də onun üzərində eləyək. Yəni Neftçini eləyək super klub. Yəni Azərbaycanda nə şeydir, nə güclü futbolçular var, hamısını yığaq Neftçiyə. Həm Avropada da bizi təmsil eləsin, həm də millini də o zbornu. Yəni bu bilsən necədir? O şeylər var. Bir də görsən dostlarım yaxınlaşır mənə, deyir ki, ağlıma bomba fikir gəlib. Gəl gedək Moskvada o qədər Azərbaycanlı var. Bir dənə advokatski kontora açaq. Deyək ki, bütün Azərbaycanlılar 2 milyon deyir. Aylıq $10 bizə pul versinlər. Biz də onları poddeşka eləyək. Aya bilsən nə qədər? 20 milyon dolar. Qardaşım, bu fantastika ilə heç də olmur. Necə götürüb bir dənə super o biri dünyada heç kim şey eləməyib. Ancaq Azərbaycanda icad ediblər. İndi üstündən 30 il keçib. İndiki müasir AFFA 30 il bundan qabaq gələn təklifi indi dəyər verir. Şamaxın bazasında klubu eləyək. Şəfa klubu var idi ya. Şəfa da eyni situasiyada idi. Şəfa da baza idi. Sumqayıt baza idi də. Milli U19-un yoxsa U21-in bazası. Nə oldu? Bir heç nə alınmadı, indi şey deyirsiniz. İkincisi, Azərbaycanda məşqçi yoxdur. Ümumiyyətlə məşqçi qutarıb. Milli ilə şey verirsiniz bir məşqçiyə. Klubu. Həm də bir məşqçi 2 dənə klubda işləyəndə qardaş bildiyin çətin olacaqsan. Kim nəticə əldə dünyada kim nəticə əziz dostlar xahiş eləyirəm. Kommentlərdə yazın. Xahiş eləyirəm. Yəni Labanovskidən danışmayaq da. Labanovskidən sonra o köhnə futbolu idi. 2 vəzifəni eyni zaman tutan hansı bir insan ya milli ilə klubla nəticə göstərib. Xahiş eləyirəm. Bəlkə mənim yadımdan çıxıb. Bəlkə ola bilər sırağa gün kimsə dünya çempionu olub bile. Amma mənim yadıma gəlmir. Mənim yadıma gəlmir. Biz niyə görə biz Azərbaycan futbolu olaraq mən hər veriliş deyirəm ki, mən əsəbləşməyim, girməyim bu söhbətlərin içinə. Amma sadəcə bu bir söz nədir? Mənə deyirlər ki, Ələkbər sən futbol azarkeşi deyirsən. Sonra get başqa şeyə azarkeş deyiləm. Baxma, futbol düzəlmir. Biz düzəltmək istəmirik futbolu. Sual verilib ki, iki işi icra eləmək çətin olmayacaq. Yox, U21-in təlim məşq toplanışı olacaq. Vaxtımız azdır. Köməkçilərimlə bu işin öhdəsindən gələcəyik. Elnur Çodarovla Kamil Qafarov bu təlim məşq toplanışında mənimlə birlikdə olacaq. Şamaxıda 6-7 məşqdə iştirak etməyəcəm. 6-7 məşq. 6-7 məşq. Bu da çempionata 30%. Deyir, problem olmayacaq. Növbəti toplanışlarda yeni köməkçilər olacaq. Bax belə. Ruslan, sənin fikirlərini eşidək. Nə qədər də yəni asan da olsa da... Və nəzərə alaq ki, gələn il limit ləğv edilir. Yerli gənc futbolçuların çempionatda oynamaq şansı sıfıra inəcək demək olar. Yəni mənim fikrimcə qədər çətin olacaq. Çünki 2 dənə fronta qulluq eləmək elə olur ki,
arada fasilə yaranırsan, əsas komandandan çıxırsan, gedirsən təzədən milli komandaya kömək edirsən, o təlim məşq toplanışı, nə bilim onların kvalifikasiyon oyunları. Şamaxını saxlamalı da elitada, bütün gücü verəcək elitaya. Düzdür, milli komandada işləmək qürurdur. Ayxan müəllim də bunu deyib ki, mənim üçün qürurdur, şərəfdir. Millinin formasını geyinmək, milli məşqçi olmaq qürur, şərəfdir. Amma sən iki yerdə bir əldə iki qarpız tutmaq söhbətinə gəlib çıxaracaq ki, sən bir tərəfdən Şamaxını elitada saxlamağa çalışırsan, digər tərəfdə də U21 milli komandasını bərbad vəziyyətdən çıxarmalısan ki, necə ki bunu son günlər, həftələr, aylar Samir Əliyev daha dilə gəlməkdən bezmişdi ki, mən bu futbolçuları görmürəm Azərbaycan çempionatında. Mən onlardan necə istifadə edeyim milli komanda olaraq? Düzdür? Bu yazıq dilə gəlir. Ayxan müəllim də eyni problemlə üzləşəcək. İndi eyni şey də gələcək. Hansı ki futbolçuları dəvət edəndə milli komandaya 21-ə baxacaq məsələn hansı gəlir? Neftçidən kimdir məsələn? Murad. Məsələn, Rəvan Kazımov Neftçi. Yox, indi şey eləyəcəklər ki, Şamaxıda oynat. Bir demin, hə. Adları demirik ümumiyyətcə. Necə Şamaxıda oynat? Prosta mən yenə deyirəm, bu götürün Azərbaycan idman saytlarını açın. Xüsusilə bu futbolla bağlı. Son 6 ayın, son 1 ilin milli ilə bağlı, bütün Azərbaycan milliləri ilə bağlı xəbərləri oxuyun. Azərbaycan yenə məğlub oldu. Azərbaycanı yenə darmadağın elədilər. Azərbaycan yenə uduzdu. Özə hamısı, uşağından tutmuş böyüyünə qədər. Bunu Ayxan müəllim də bilir ki, problemlə üzləşəcək. Ciddi problemlə. Necə bəs bu ağır yükün altına girdi səncə? Bəlkə deyiblər ki, götür. Qardaş, onun işinə yanaşmağına, komandanın da Şamaxının hansı ki o cavan Azərbaycanlı uşaqlardan o yaratdığı yəni kollektivi, yəni onun o böyük rolu olduğuna görə qardaş orada o işinə nə cür ciddi yanaşır və o futbolun inkişafı üçün hansı addımlar atdığına görə qardaş ona müraciət ediblər çox güman ki, Ayxan müəllim gəl hələlik kömək elə. U21 millisinə gəl. Uşaqlarla hələlik dördə bu 2 illik müqavilə bağlı. Yəni ki, gəl sən həm orada işlə, həm burada işlə. Bu da 100%-ində deyir ki, qardaş, mən məsələn necə həm orada, həm burada eləyə bilmirəm. Bəlkə də federasiyadan məsələn deyiblər ki, yox, sən gəl kömək elə gələn, həm orada, burada da olmalısan yəni. Biz səni istəyirik. Sən gəl, sən düzəldəcəksən. Çünki o işinə yanaşmağını mən münasibət lətifəsi Ayxan müəllimdən uzaq. Elə bir dövrdə yaşayırıq ki, bir işdə işləmək kifayətlənmirik, bir işdə işləməklə. Məsələn, media sahəsində qaça-qaçdayıq da, yəni bu veriliş çək, get orada işlə, get orada iş. Bəlkə problem, bəlkə kreditləri çox. Kreditləri çoxdur, ödənişləri çoxdur. Sən işini çox qaparsan, qardaş, ona görə də səni çağırırlar ki, İsmail Qadan amca burada da bizə kömək edir, İsmail gəl orada da onu elə, Qadan amca bunu belə. Yox, deyib çağırıblar, məcbur eləyə bilməzlər kimisə. Məcbur eləmirlər, qardaş, səni yəni bəlkə ehtiyacı var, özü istəyir işte. Bilir ki, bacaracaq, öhdəsindən gələcək həkim. O bilir, ona görə də gedir ora. Heç kimsə məcbur eləməz ki, yox, biz sənə istəyirik məcbur gəl bizdə də işlə, orada da işlə. Eləməlisən bunu. Bu da deyəcək qardaş, mən ora qaçmalıyam, bura qaçmalıyam. Allah kömək olsun. U21 orada Şamaxı. U21-ə gedəcək, U21-də məşqini edəcək, bir həftə komandada olmayacaq. Komandada da baş məşqçi olmayan da qardaş, Lüboy komanda elədi. Baş məşqçi olmadı, köməkçi keçsin ha. Çünki köməkçi futbolçulardan hamısı dost qardaş olur, başa düşdün? Komandanın içində elə söhbətlər zətlər olur ki, onun baş məşqçisi köməkçiləri həll edirlər. Çünki nə dərdi olur, nə problem olur, gəlir o futbolçu problem olan, nəsə deyinən, danışan, gəlir köməkçisinlə bölüşür ki, bunu necə eləməyə o zaman nətər eləyib. Baş məşqçi də məşqçi olmayan da, məşqin ürəyin istəyən kimi effekti olmur. Gələndə komandadan təsəvvür U21-dən gələcək təzədən əsas komanda görəcək ki, vay, komanda məsələn böyrün başını dağılıb təzədən düzəltmək lazımdır. Təzədən buranı düzəldəcək, təzədən o tərəfdən baxacaq görəcək ki, U21 millisinin uşaqları oynayır çempionatda, yoxsa yox, hansı komandada çıxış edir. Oynamır və yaxud da 25 futbolçudan tutaq ki 6-sı oynayır, qalanı oynamır. Təzədən də o tərəfdən gedəcək Bolqariya ilə oynayır, Malta ilə oynayır, Lüksemburqla oynayır, kimlə oynayır, oynasın o Karliklərlə. Bu dəqiqə hamısı qabağa gedir yəni. Yox, Karlik. Həmin o Karlik dediyimiz var. Karlik dövlət Karlikdir. 300 min əhalisi var. Amma onun futbolçu içəridə bildiyin Görakal. Ora gedən Petaz deyir, bizi bura gedən Petaz deyir. Həmin o Karlik ölkənin futbolçuları. Mən deyirəm də qardaş, o Karlik Lüksemburqun 18 komandası var çempionatda. Nə deyirsən heç? çevrilir. 18 dənə klubu var çempionatda.
Həmin o Karlik dediyimiz ən maksimum 500 min əhalisi olan şeyin. Yox, 330 minlik İslandiya Avropada çempionatında da oynadı. Dünya çempionatında. İş düzgün qurulub, qardaş, düzgün sistem qurulub, neçə illərdir, 10 illərdir buna çalışırlar. Ona görə də gəlib sistemi necə ki Qarabağ qoyub Qurbanov komanda tappatarab 10 ildir çempion olur. Bunlar da qabaqcadan o işləri qoyublar. Hər iki öz reysindən qutu kimi gedir. Başa düşmürlər də bizimkilər də. Sistemi başqa sistemdir. Mən qola qoyursan belə ürəyin gedir ondan. Mən sən deyim də, mənə hərdən bir sual verirlər, mənim işimlə əlaqədar. Deyirlər, niyə görə Azərbaycanda fantastik filmlər çəkmirlər? Eşidildi bura. Niyə görə? Mən belə danışırdım, eşidilməsin. Niyə görə Azərbaycanda fantastik filmlər çəkilmirlər? Çünki mən deyim də, əziz dostlar, biz ümumiyyətlə belə bir xalqıq ki, biz fantastikaya çox inanırıq. Yəni, xüsusən də futbol. Biz fantastika ilə yaşayırıq. Legionerlər limitlərini ləğv elədilər. Azərbaycan futbolu qalxacaq. Ayxan Abbasovu həm orada, həm burada təyin elədilər. Bizdə Maladojla qalxacaq. Fernando Santosu dəvət elədilər. Avropa çempionu. Azərbaycan futbolu. Bizi ümidlə yedizdirirlər. Prosta bu getdikcə bu ümidin dadı gedir. Lap şey eləyib. Mən artıq mənim kimi fanat adam, məni tanıyan adamlar bilirlər də. Mən millinin bir dənə də oyununu buraxmıram. İmkan daxilində. Yəni ağır xəstə olmasam da. Yəni qar, yağış zat. Mənim kimi adam soyuyub bu millidən. Mən bu millidən heç nə gözləmirəm. Söhbət oyunçulardan. Rəşad Sadov deyir, futbolumuz adına sevinirəm. Ayxan Abbasovun təyinatı məni sevindirir. Əslində məndən də soruşsaydılar ki, kimi uyğun görərdiniz. Mən birinci variant olaraq Ayxan Abbasovu deyərdim. Sumqayıt bəlkə də turun yeganə sürprizini gerçəkləşdirdi. Hərçənd Kəpəz Qarabağ maçının nəticəsini də gözlənilməsi hesab eləmək olardı. Amma Sumqayıtın Turan Tovuzu səfərdə 2-1 hesabı ilə məğlub eləməsi eynəyə geyindin. Deyəsən, sən də gözləmirdin bu nəticəni. Əlbəttə ki, qardaş, oyundan qabaq kim deyərdi ki, gedib Tovuz. Vaqif Cavadovun komandası. O komanda ki, ardıcıl 11 oyun idi, ya 12 oyun idi. Nəinki qalib gəlmiş, gol vura bilmirdi. Gəldi Səbaili məğlub etdi, Kəpəzi məğlub etdi. Daha sonra Turan Tovuzu səfərdə məğlub etdi. 2 oyunda ardıcıl qələbə qazanır kimyaçılar. Turnir cədvəli baxımından vəziyyətlərini bir xeyli yaxşılaşdırdılar. Qurbanberdiyev mətbuat konferansında dedi ki, biz çox səhvlər edirik. Yetərincə səhvlər eləyirik, amma məsuliyyəti özümdən uzaqlaşdırmıram. Bütün səhv, xəta məndədir. Etiraf edirəm ki, məsuliyyəti dərk eləyərək bunu boynuma alıram ki, səhvləri mən eləyirəm. Amma biz hər oyunda görünən odur ki, ciddi səhvlər eləyirik. Bu da bizim xallar itirməyimizə gətirib çıxardı. Sumqayıt Azərbaycan çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komanda oldu. Turan Tovuzla maçda fərqlənərək bu uğura, tarixi uğura nail oldu. Vaqif Cavadovun mətbuat konferansındakı fikirləri maraqlı idi. Son dönəmlərdə, dövrlərdə tənqidlər komandaya necə təsir edir sualına belə cavab verdi ki, mən bunu keçməli idim. Belə dövr hər məşqçinin karyerasında olur. Eyfariyaya qapılmamalıyıq. Həmişə demişəm ki, futbolçularıma inanıram. Xəyal Ferzullayevə şans vermişdi həmin oyunda. Yəni Mehdi Cənnətovu saxlayıb ehtiyatda bunu belə əsaslandırıb. Akademiyamızın futbolçularına üstünlük verirəm. Mehdi Cənnətov bizim əsas qapıçımızdır, amma onun üzərində təzyiq var idi. Buna görə də istirahət verdik. Xəyal son 3 oyunda özünü doğruldur. Hər 3 qapıçıya güvənirəm, hər birinə şans verəcəm. Yəni belə bir çətin səfərdə vacib oyunda akademiyaya yetirməsinə şans verməyin özü belə maşallah olsun. Özü belənçinə yəni elə atdığı adım bir sən nə deməkdir? Yəni ki, qardaş, onsuz da zaten mən gedirəm oynamağa. Tovuzu sən rəqib kimi özünü analiz edirsən, bilirsən ki, yəni evdə necə oynayır o tamaşaçılar qarşısında. Mehdi Cənnətovla da udzuram, qardaş. Həmin bu Xəyal Feyzullayev nədir qaqaş? Xəyal Feyzullayev-dir. 3-cü qapıçıdır Rəşad Əzizlidir. Fərzullayev. O birisi qapıçılardır Rəşad Əzizlidir. Hansı ki doğrudan da o qapıçılardır. Və bu adamla yəni sən qapıya qoyursan, yenə də səhvlər eləyir, yenə də qol buraxırsan, məşqçidir da qardaş, nə olsun millinin şərəfini qoruyub və yaxud da hal-hazırda sən formada deyilsən.
Və həmin o qapısını qoyuram qırağa qardaş. Rəşadı buraxmır məsələn. Ha qoyur həmin o birisi cavan qapısını. O da vıxıtlara çıxır, çıxıb oynayır, qorxu gözümdə yoxdur. Dedim bu uşaq kimdir? Birinci dəfə də görürəm o uşağı mən. Doğrudan da ləzzət elədi mənə ki, yəni oyunlarda, korner standart epizodlarda çıxır, vıxıtlarda əllə oynayır. Yəni gözümdə qorxu yoxdur. O məşqçinin özünün də gözündə qorxu yoxdur ki, yəni belə oyuna qarşı mən çıxıram, oynayıram. Hə çıxdı da qalib oldu qardaş. Şans qazandı. Gələn oyunu təzədən yenə buraxacaq Sastavada. Zəif duracaq, səhv edəcək, cavandır. Təzədən yenə oynadacaq qardaş. Elə pişib ortalığa çıxırdı hamısı. Necə olmalıdır ki? Yəni son 2 turdakı Oyundan- 6 xal Sumqayıt. Əlbəttə ki, yəni həmin həyat bu bitir göndələn. Danışırdıq səndən 2 veriliş bundan qabaq. Ona görə də bu məşqçinin də Tovuzun da məşqçisi Qurban müəllimin də böyüklüyü odur ki, qardaş. Bəzi məşqçilər kimi atmır futbolçuların üstünə ki, bu mən uşaqlar yerinə tapşırıqlar yerinə yetirmədi. Flankəs oradan şeylərdə momenti Ağadaş vurmadı, o da Mən bilmədi. eləmədim məsələn. Deyəcək qardaş, bütün məsuliyyət məndədir. Başa düşürsən, o da məşqçinin böyüklüyüdür. Söhbət ondan gedir. Ola bilər uduzasan, ola bilər udarsan. Yəni futboldur, futbolda hər şey olur. Ona görə həmin böyük təzyiqlər də hansı ki Vaqif Zavadovun üstündə idi. Oyundan qabaq 11 oyunda gol vura bilmirdi. Bundan qabaqçı turda 2 idi ya 3 gol vurdular. 3 gol vurdular. İndi də 2 gol vurdular. Bəli. Deyirdim mən verilişdəki qardaş gol momentlərinə girirlər. Bəxtləri gətirmir. Momentə girir 100% momentdə amma gol vura bilmir. İndi həmin o bəxt, o perelomlu moment deyirlər rus dilində. Həmin o epizod elə bir gəldi çıxdı. Qırılma Ona görə anı. də o qırılma anı gəldi elə bil bu momentdə çıxdı. Bu anda. Komanda da qalib gəldi. Yəni havası kimi lazım olan 3 xalını götürdü. Bəli. Deməli psixiatr oturub otağında, psixiatr. Mhm. Riski bilənsinə o xəstələr zadlar gəlir də məsələn yanına. Məsələn görsən, hani görsən məsələn kimsə qapını belə açdı əlində məsələn qazan qapağı. Bara bir Sumqayıt bir nəfər. Raz heç kim yoxdur çıxır gedir. Yəni bildiyim psixlərlə iş gördü başa dəlilərlə. Nəysə oturur belə otaqda. Bir də baxır görür ki Ali, qulaq sən qulaq panik tut yatma. Otaqda belə oturub bir də görür ki riski qapısı belə açıldı. Qoy girim qutarım normal danışıb deyə. Nəysə qapısı açılır. Bir də baxır ki içəri kimsə belənsinə belə Spiderman pauk kimi belə yerlə belənsinə belə sürünə dalından belənsinə şunur belə gedir. Bir əlində kəlbətin, bir əlində nə bilim ala oradan atqırvalka. 8 ağzınla belə nəsə bıçağı uzadı belə tutub dalından da belə şunur. Yerdən belə sürünə gəlir. Bu da belə oturub da görür bunu. Qalib eva. Mən səni tanıdım. Sən deyəsən şeysən, nə də o kərtənkələsən. O da belə qadi belə üstünə belə gələ bir bax. Ağzında şey var axı danışa bilmir. Başa düşdü. Belə yerlə belə gedir stolun altından. Girir stolun altına fırlanır divarın dibi ilə nəmləsə belə gedir. Qadiri psixiatriyə bax. Okey. Sən onda deyəsən tıspağasan. Belə deyən kimi bu da belə baxır buna belə. Belə gedir. Ağzında hər yeri zanitti. Tanışa bilmir Ali. Ağzında şey var. Bu da deyir, təzdən deyir, bu etdi adam var. Yaxşı, bu kimdir? Gəlir nəsə bunun stolun altından, ayağının altından belə girir, ayaqlarını zal, belə qaldı, görür, şunurda onunla belə getdi. Oradan rozetka tərəfə nəmləsə, qadir, mən tapdım. Onda sən yəqin Komodo kərtənkələsisən. Belə deyən kimi, belə qoyur əlindən. Çəkişəlindən qoyur. Ağzından tutacaq. Nə? Çəkişi qoyur yerə. Belə ağzından belə şunu çıxardır. Hadi bas bayrada da bezdürdün. İnternet providerəm, internet çəkirəm o da. Akazmayca internet çəkir tanışamdır. Deyir ayağım pişikdir bu da gəlib otağına. Evet dedem var. Allah səni güldürsün. Allah səni güldürsün. Amin. Deməli, Sabah zirə qalıb. Sabah zirə maçında tərəflər hərəyə bir qol və bir xalla kifayətləndilər. Berezutski düşünür ki, ədalətli nəticə deyildi. Rəşad Sadıqov düşünür ki, 1-1 elə görüşün elə əsl ədalətli nəticəsi 1-1 olmalı idi. Qarşılaşmada Segidikanın baxımlı qolu var idi. David Volkov ikinci yarıda oyuna qoşuldu və zirəni məğlubiyyətdən xilas
xilas etdi. Düzdür, Şafrankonun da qolu var idi, amma ofsayd səbəbilə həmin o qol sayılmamışdı. Bu maç barədə nə demək olar? Fikirlərimizi tamamlayaq və sonra keçək milli komandanın heyətinə. Halik, nə deyə bilərsən bu oyun barəsində? Berezutski hakim qərarlarına da toxunub, deyib, çox qəribə, maraqlı hakim qərarları var idi. Məncə oyun Zirənin üstünlüyü ilə keçdi və mən Berezutski ilə razılaşmazdım burada. Yəni Zirə məncə daha layiq idi qələbəyə. Onsuz da Zirə sənin sözünə qüvvət. Bu dəqiqə hal-hazırda podyumdadır. Yüksəlişdədir. Oyunlar da məsələn maşallah olsun, bu qələbələr qazanır, heç eləyir o seriyadılar. Seriyanı elə bil qırıblar. Sənin sözünə qüvvət. Yəni oyun baxımından da sən vurğuladığın kimi düzdür, hesabda geridə düşməyinə baxmayaraq birinci Sekidik açır o hesabda o oyunda hesabı. Amma ona baxmayaraq David Volkov yenə də o Paloçka vurur, çalışqar olub da o. Haçan baxırsan, ola bilər 90 dəqiqə ərzində heç meydançada görsənməsin. Yəni futbolçunun, hücumçunun qol duyumu deyilən bir şey var. O vaxt Rudvan Nistelrooy zad var idi. PlayStation-da zadda oynayanda da vururduq qapıya, tınq gəldi düşürdü bunun qabağına, paftorda boş qapıya vururdu. Mario Jardel. Nə bilim, o kimləri yox idi. Yəni bu adam özü İnzagi ofsaydda idi. İnzagi Offside deyil. Offside xəttini güdürdü da qaqa. Nagrani offside oynuyordu. Offside deyirdi ona. İnzagi даже родился в офсайде. Offside. Offside. İndi var sistemi var. Görürmü girib offside-da gözləyə bilər. Variant yox. Yəni onu istəyir oydu. İnzagi sənin xalın oğludur. Nə deyir? Cidden rüş əsəbləşirsən. Necə yəni sən bayaqdan Zloy gəlmisən, qardaş, səhər tezdən gələndən Berezutski daha çox hakimlikdən danışıb. Efir bağlansın, mən vəziyyətdən qapımıza qol sənə vuruldu. söhbət edəcəm. Standart vəziyyətdən qapımıza qol vuruldu. Heç orada standart vəziyyət də yox idi. Yəni cərimə İstiraf da yox idi. Hakim qərarlarından deyir, onu deyə bilərəm ki, sual veriblər ki, hakimlərin səhvində xüsusi səbəb var, yəni burada nəsə bir şey axtarmaq lazımdır. Deyib, yox, sadəcə mən şərh verirəm, əlavə nələrsə demək istəmirəm. Və indi yaxşı, tutaq ki, bax, sudya qərar verdi, qardaş, düzdür. Həmin qərarda tutaq ki, cərimə zərbəsi təyin elədi. Cərimə zərbəsindən də iştiraf saxladı, məsələn, cərimə zərbəsindən qaldırdılar, başdan qol vurdular. Oyun bərpa olunubsa, outdan, cərimə zərbəsindən, kornerdən artıq oyun davam eləyir demək. Onun bir dənə dəyişən nə bilər? 3 aydan sonra baxa deyə bilərlər ki, orada qol dörü idi. Söhbətdə dəyişə bilərlər də. Kazbaçısı orada belənsinəymiş. Ya bunu zarafat üçün deyirəm. Yəni, hakimlərimiz yaxşı işləyir. Kiməsə tərəf qərəzli, kiməsə tərəf və yaxud da kərəfkeşliyir, kiməsə simpatiya göstərir və yaxud da nəsə. Onlar da insandılar, onlar da nəsə səhvlər yola verə bilirlər. Səhvsiz mümkün deyil də, yəni kimsə. Beynəlxalq oyunlara da baxsaq, Liga çempionu oyunlarına da baxsaq, görürsən ki, nəsə hakimlər səhv edirlər. Sadəcə olaraq var da, köməkçilər də, o birçilər də daha da tam məsuliyyətli olmalıdırlar. Bilmirəm, indi bu çempionatın bu dəqiqə elə ərəfəsidir ki, Avroliqa uğrunda mübarizələr gedir. Adi bir dənə verdiyin o qərarda hansında ki, sən ola bilər ki, səhv qərar verəsən, sonradan fikirləşirsən ki, ay da, orada da, oradan da heç iştiraf yox idi, mən verdim, amma qaldırdılar, qol vurdular. Və gəlib sənin komandanda nəticəsində, oyunun nəticəsində təsir edə biləcək bir səhvdirsə, yəni çalışıb o momentləri də yola verməlidirlər. Yəni Sabah yeri gəlmişkən 14-cü dəfə sülh bağladı rəqibləri ilə və bu gedişlə deyəsən mövsümün sonuna qədər öz rekordunu da təkrarlayacaq və Azərbaycan futbolunda bir ilkə nail olacaq heçəçələrin sayı baxımından. Neftçi 2009-2010-cu il mövsümündə, Bakı 3 il sonra 14 dəfə rəqibləri ilə sülh bağlamışdı. Zirə də 28 turdan ibarət 2020-2021-ci illər mövsümündə 14 bərabərliyə razılaşıb. Amma indiki mövcud reqlamentdə Sabahın hələ bir dövrənin olduğunu nəzərə alsaq, daha çox heç eləyəcəyini də düşünmək olar. Və keçək, bir tərəfdən də Sabahı mən alqışlamaq istəyirəm, Sabah klubunu. Akademiyada ingilis dili tədris olunacaq. Deməli, Sabah klubu və EduMax Akademiya şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb. Sabahın U11, U12, U13 komandalarının üzvləri üçün ingilis dili kursları təşkil olunacaq. Gözəl. Maşallah. Yaxşıdır, əlbəttə. Gözəl. Yaxşı bir təşəbbüsdür. Təşəbbüsdür, əla, alqışlayırıq. İsmail, o uşaqlarımız var da, o Sabah ümumiyyətcə özü şey eləyir. Bütün o respublikada qaymaq uşaqlar hardakı var, götürürlər özlərinə, komandalarına, qardaş. Bunların gündə 3 dəfə, 4 dəfə
propitaniyasıdır, yeməyidir. Saxlayırlar oteldə, Halik. 4 ulduzlu oteldə. Bu hardadır? Bunlar Sabahda. Hı. Sabahın akademiyasının uşaqları. Bunlar gedirlər avtobusdan səhər-səhər dərsinə. Dərsdən götürdülər, gəldilər otelə. Abedlərini elədilər, çörəklərini yedilər, yatdılar, durdular, gəldilər məşqə. Avtobus bunları apardı. Bildiyin yəni ki, yüksək səviyyədə nə lazımdırsa bütün hər şey görülür. Və bizim də bu balaca yaş qruplarımızda 11, 12, 9, 13 yaşlı uşaqlar, o qaymaq uşaqları hansı ki göndərirlər ha, ölkə xaricinə çempionat, beynəlxalq turnirlərə də gedirlər. Sabahların bəlkə Sabahın hansısa bir 13 yaşlı uşağını bəlkə Everton çağıracaq. O vaxt Araz Abdullayev apardır ki. İngilis Yo, Aras kimi divə də Aras kimi apardılar, oynatmadılar, gəldilər. Oynatmadılar, əsas odur getdi o Everton ayağını bastı ora. çempionatında oynadı. İndi hər nədə indi nə oldu, Everton qisməti nasıl? gətirmədi, oynaya bilmədi, düşə bilmədi, nə zəif oldu. David oldu. Moyes'in Everton. Söhbət ondan gedir ki, yəni bu dil ondan ötürüdür ki, həmi bu sabah gələcəkdə öz klubunda oynayanda hansısa bir legioner komandası orada olanda ki, qaydanda ki, ha, how are you? Bu da qayıdıb deməsin. Sağlığın, ha, qadan, mən də yaxşıyam, sən nətərsən, ha? Belə deməsin. Ya mən yaxudakı necəsən, nətərsən? Yəni xaricə də getdiyi halda hansısa bir akademiyaya göndərəndə, nə bilim gedib orada 3 aylıq, 5 aylıq müəllim orada nəsə Yılmaz'ın stand-up'ı var idi. Dil bilenle dil bilmeyen arasında vasıtaçın olur. Əbə. Mənə köməklə. Söhbət ondan gedir ki, yəni bu xaricə də gedəndə orada hansısa bir məşqçi sənət taktiki baxımdan nəsə Yo, alqışlayırıq, yaxşı təşəbbüs. Amma ingilis dilini bilməlidir. Qabaq məktəblərdə mən özüm ingilis dilini məktəbimdə öyrənmişəm. Maşallah olsun. İngilizcə bir Sən rus dilində məktəbdə Milli öyrənmişsən. komandamız mövzusuyla da Davay. yekunlaşaq. Deməli, milli komandamızın 2 yoxlama Qakas bomba momenti yuxum belə 2 yoxlama görüşü gəlməyimin olacaq. pik Martın nöqtəsidir. 22-sində Haiti millisi ilə, martın 25-də Belarus seçməsi ilə üzə gələcək. Haiti seçməsinə qarşı oyunumuz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaqsa, Belarus seçməsi ilə görüşümüz Masazırda Bank Respublika Arenada olacaq. Uğurlar arzulayırıq milli komandamıza. uğur olsun. Heyətimiz artıq Təbii ki. bəllidir. 3 yeni futbolçu var. İlk dəfə olaraq milli komandaya çağırılan futbolçular çox maraqlı bir seçimdir. 1-ci liqadan Qəbələdən Şahin Şahniyarovu heyətə çağırıb. Bəli. Fernando Santos. İndiyə Xəyal qədər Əliyev görülməmiş bir Sabah şeydir. və Ağdadaş Salyanskini də Neftçidən çağırdı heyətə. Rəhman Alqış çağırmışlar Daşdəmirovu. Rəhman Daşdəmirov. O da var axı sabahdan. Bir dəqiqə. Mən 3 yeni futbolçunu dedim. Yeni Rəhman çağırılıb ki, indiyənə qədər. Məncə çağırılıb. Daşdəmirov Rəhman. Məncə Rəhman çağırılıb. Daşdəmirov var heyətdə. O çağırılıb. Var, Bundan qabaq bilmirəm, bundan qabaq çağırılırdı ümumiyyətlə. Oynamayıb başqa söhbətdə çağırılıb. Amma çağırılır. Çağırılıb. Ha. Yəni siz hansı futbolçunu gözləyirdiniz və yaxud hansı futbolçu sizin üçün sürpriz oldu? Mənim gözlədiyim futbolçu mən şey eləyim, Hollanda idi. Ha. Girdim Hollanda dəvət eləyəcəklər və sürpriz mənim üçün oldu ki, Hollanda dəvət eləmədilər. Başqa nə sürpriz, nə gözləm. Mən bu komandadan heç nə gözləmirəm qardaş. Yenə deyirəm. Niyə gözlə? Futbolçular. Sən futbol şeylə yaşayan adamsan, sən futbolu sevən adamsan, millinin oyunun birini buraxmırsan. İndi futbolumuzun bir dəqiqə indiki vəziyyətində pis durumda olduğumuz vəziyyətdə gedib ən aşağı liqaya düşmüşük. Və həmin o San Marino ilə o birislərlə bunlar oynayıb təzədən qaldırmalıyıq da yuxarıya yavaş-yavaş. Yəni necə bu oyunlarda da bunlardan da Mən futbolçulara irad tutmuram. Ha da belə də deyirsən bizim futbol mən dedim ya futbol. Mən dedim, mən bu millidən bax indiki vəziyyətdə söhbət ondan getmir. Divizion C-yə yox. Basketbol liqasına göndərsinlər bizim millini. Gedib orada da mən azarkeşlik edəcəm, balet edəcəm. Amma Rəhman da 2 dəfə çağırılıb ha, onu da. Rəhman deyil də 25 yaşı var. Rəhmanı çağırmayıblar. Yox. Rəhman da 2 dəfə çağırılıb. Amma Rəhman Mən dünən onunla danışdım. Mən Rəhman da 2 dəfə çağırılıb. dedi ki, o da çağırıblar məni də millət təbrik elədim. Xeyir Mən olsun. Rəhman bəs o qəşəng gol o Rəhman Hacıyevdir sən dediyin. Ha bəs hansı Rəhmanla gəlir? Daşdəmirov Rəhmandan gedir söhbət. Ha, mən elə bilirəm Rəhman Hacıyev. Solakay. Ha, sabah. Müdafiəçi. Ha. Yox, mən onu götürəcəm. Şamaxıda idi də deyəsən əvvəl. Şamaxıda. Şamaxıdan sabah. Bizdə Şamaxıdaydı, bəli, ondan sonra getdi Sabaxa, bəli. Yəni bilmirəm. Oynamırdı, son axırıncı 4-5 tur idi. Azərbaycanda yəni futbol inkişafı düzgün istiqamətdə getmir. Yenə deyirəm, bu mənim subyektiv fikrimdir. Mən bəzən olur belə situasiya, misal üçün də mən misal üçün İsmayıla yaxınlaşıb deyirəm ki, tutalım da
mənim xoşuma gəlmir sənin aparıcılığın. İsmail dönüb mənə deyə bilər ki, misal üçün, bunu sən həll eləmirsən ki, mən yaxşıyam, yaxşı deyirəm. Belə moment pasitəni başa salıram ki, bax qardaşım, necə ki mən bu Planet Parties Bakıda oynayıram amma, konsertdən sonra istənilən adam gəlib deyə bilər ki, yəni gülməli deyir idi sənin oynadığın zarafat. Bu normal haldır. Subyektiv fikir deyə bir şey var. Mənim subyektiv fikrimə görə ola bilər mən koram. Mənim nə futboldan, ümumiyyətlə həyatdan başım çıxmır. Amma belə davam eləsə bizim futbolumuz bundan da pis vəziyyətə düşəcək. Saltuş deyir ki, biz Sən qələbə pensioner adamdır. qələbə qazanmağı düşünsəydik, Qazanardıq. daha asan rəqib seçərdik ki, qalib gələk. Kimdən? IT millisi bizdən 30 pillə irəlidədir dünya sıralamasında. Ya doğrudan Haiti Doğrudan da, bizdən Yəni çox güclü heyətləri var, futbolçuları var. Yəni və gənc futbolçulara da, xüsusilə də Qəbələnin heyətindən Şahin Şahniyarovu heyətə çağırması da bir daha göstərir ki, təkcə Premyer Liqa maçlarını deyil, birinci liqa, hətta əvəzedicilərin çempionatını da izləyir. Mənim xoşuma gələn şey Yardımçılarını da, bəli, yardımçılarını da göndərir ki, get izlə, Get bax, izlə. Yəni bir oyundan çağırmayıblar. O yardımçıları da gedib o neçə turda izləyirlər. Həmin o izləyəndən sonra Emin Mahmudovla Abbas Hüseynov olmayacaq, onlar zədəlidir. Yəni əslində bayaqki şeyə vurğulamaq istirdim İsmail, sən dediyin o şeyə. Mən yadıma gəlmir axırıncı dəfə bu gələn legioner məşqçilər hansılar ki milli komandamızda Gedib baxsınlar. futbolçular gedib birinci diviziondan kimsə futbolçu çağırsın. Yəni birinci divizyona gedib futbolçu düşüb o demək deyil ki, sən Premier Liqaya düşə bilmirsən. O qədər uşaqlar var ki, indi birinci divizyonda oynayırlar. Nə bilim Sportingdə, nə bilim Cəbrayılda, orada burada hansı ki, doğrudan da böyük komandalardır. Ruslan Hacıyev oynayır bu dəqiqə Şəfada. Tərlan Quliyev oynayır Şəfada. Şəfada Aysan. Tərlan Quliyev keçən ilə kimi məsələn Tovuzda oynayırdı, düzdür? Gəlib indi Şəfanın oyununa baxacaq, görəcək belə stoper var Tərlan Quliyev, ki, Santos. Bəyənəcək, deyəcək ki, bu kimdir? Mənim xoşuma gəlir, ki, oyun üslubu və yaxud da nəsə olmasın, başqası olsun. Həmin o Ruslan Hacıyev hansı ki, keçən il Yoğobrsil Səbaildə dağıdırdı. Başa düşdün? İndi də bu da onun kimi. Elə uşaqlar var ki, Premier Liqada, yəni canavar kimi bir dənə çıxart ki, getsin, bir dənə bir aylıq kamp keçsin hansısa bir Neftçidə və yaxud da Sabahda, Allahın olsun gedib onlardan ayaqlaşacaq. Yəni heç də geri qalmayacaq. Belə bir şey yəni ki, doğrudan da ümid verir. İndi daim bu gedib Şahin gedib orada özünü göstərə biləcək. Özünü göstərə biləcək. Orada möhkəmlənəcək. Daim çağırılacaqsa canavar. Yox, Radiqaliç ki, Premier Liqadan da kimisə çağırdım, gəldi bura. Görürsüz mən belə eləyirəm. Elə olacaqsa onda yəni lazım deyil çağırmayın. Müvəqqəti olmasın və o gəlib bir həftə dözək. Uğurlar arzu edirik. İnşallah ki bu Təbii ki, uğurlar arzulayırıq. Çempionatımız isə martın 28-i bərpa olunacaq Turan Tovuz Qarabağ maçı ilə və həmin turdan sonra 28-ci oyun günündən sonra biz yenə də qarşınızda olacağıq. Təşəkkürlər qardaşlar, minnətdarıq. sağ olun. Nəhayət ki, verilişdən sonra trio şəklində. Trio şəklində yenə də Alek gəldi, aləmi qatdı bir-birinə sağ olsun. Hələ oruç tutur ya. Hələ oruç tutdu, gələndən qoymadı da danışaq da. Verilişdə zadda olur ya, belə bir-birini su atarlar. Onun kimi. Sağ olun. Dostlar, sağ olun. Fərq qoymasın. Sağ olun, əziz tamaşaçılar. Özünüzü qoruyun. Fərqli şəkildə sağollaşacağam. Allah orucunuzu qəbul eləsin. Qabaqdan gələn bayramınızı da təbrik edirik. Hər şey necə Allah göstərəm ki, like qoyun, deyinə like qoyun. Like qoyun. Belə eləyir, deyirəm yəqin sökülüb nəsə. Sökülə bilməz. Verilişə baxın, like qoyun, izləyin, komentariya yazın, yaxşı şeyləri, pis şeyləri, xoşunuza gələn şeyləri, gəlməyən şeyləri, ağzınıza gələn şeyləri, nə istəyirsiniz yazın. Xoşdur. Sağ olun, özünüzdən müğayət olun. İnşallah ki, növbəti efirimizdə məyus olmayacağıq da, yəni millinin, yox, millinin nəticələrinə görə deyirəm. Hər şey yaxşı olacaq, uğurlar milliyə. Hər şey yaxşı olacaq dostlar. Əsas planda da qaqamı götürüm, matrisa qaqamı. Buraxılışımızda eşidilərik, görüşərik, salamat qalın. Əlividirci. Və ver bunu bura, salamat qalın.